gedəcəyik. Hə, deməli, necə olacaq? Bir saniyə gözləyək, yenə qoşulmaq istəyənlər qoşulmaq. Salam Leyla xanım, necəsiz? Hə, nə edəcəkdim? Deməli, bizdə necə olacaq? Bilirsiniz ki, həftənin 4 günü dərsimiz var, yəni öz dərsimizdir, mövzu izahı olacaq, sizlərlə işlədiyimiz testlər, sual-cavab və s. Və həftənin 6 günü, məsələn, mənim indi oturdum bura, bir də gecə bir işləmiş duracam buradan. Yəni, neçə dənə dalbadal dərsim var. Nəyi demək istəyirəm? Həftənin 6 günü də bu rejimlə gedirəm də. Siz həftənin 2 günü bu saatda varsınız, yəni altın yarısı, amma digər günlər yoxsuz. Yəni, 6 günü də, məsələn, mənimlə bərabər 4 dənə dərsə dalbadal girə bilərsiniz. Hər dəfə link göndərəcəm sizin qrupa, əlavə dərs kimi. Link göndərəcəm, kim istəyirsə qoşulsun, yəni ixtisasda deyilsinizsə, başqa işiniz yoxdursa qoşulun. Gün ərzində neçə dəfə qoşula bilirsiniz, qoşulun. Mən hər dərs göndərəcəm. Bax, indi buradan çıxacam, yenə göndərəcəm. O bir dərslərin linkini göndərəcəm sizə. Yəni, belə qoşulun. 4 dəfə öz dərsimiz, 6 gündə bir neçə dəfə də qoşula bilərsiniz. Bilirsiniz ki, aşağı-yuxarı bir ayınız var da, yəni. İstər sertifikasiya, istər MİQ. Güya sertifikasiya MİQ arasında uzaqbaşı bir həftə, 2 həftə vaxt var. Yəni, aşağı-yuxarı bir ayınız var. Ona görə gecə-gündüz və hər gün çalışmalısınız. Dediyim kimi, birinci əsas mövzuları qabağa salacağıq. Məsələn, bugün keçəcəyimiz mövzu planlaşdırma və alt standart mövzusu, fən kurikulumları. Onlar bir-biri ilə bağlı mövzudur və planlaşdırma da elə bir mövzudur ki, belə deyim də, hər il istər sertifikasiya, istər MİQ-ə düşür və məntiq tələb edən bir mövzu deyil də, yəni nədirsə odur, konkret. Bu belə. Hətta deyərdim ki, sertifikasiya müəllimləri vəbşə diqqətli olsunlar. Belə. Amma MİQ-ə düşür. Hər il mən MİQ-də planlaşdırma sual görürəm. Amma alt standartla da ki, təbii ki, bərabər bir mövzudur. Bugün onu keçəcəyik. Çalışın, zəhmət olmasa gələn dərsdən dərsə gecikmə halları olmasın. Çünki maksimum 2 dəqiqə gözləyərik. 2 dəqiqədən sonra biz sual-cavaba başlayacağıq, test izahına başlayacağıq. Bir də gələcəksiniz ki, dərs izahıdır. Bəs müəllim sual-cavab eləmirsiniz, biz o etapları keçmişik. Çünki bizim elə bir şansımız yoxdur da. Yəni, vaxt qıtlığıdır, saat 7-də buradan çıxıram, başqa dərsə girirəm, dalbadaldır. Bu da belə. Deməli. Bir saniyə gözləyin. İlk dərsdə o qədər müraciətlər olur ki, qoşulmurlar, sonra deyirlər ki, müəllim, bizə göndərin linki. Bir saniyə. Salam müəllim. Salam. Salam Vəfa xanım. Yəqin ki, menecerlər bugün sizinlə əlaqə saxlamayıb. Mən sizə linki göndərdim. Siz sınaq dərs kimi qoşulun. Sabah sizinlə əlaqə saxlayarlar. Hə. Bu da belə. Sonra dərsin ekran kaydı hər dərs olacaq. Yəni, dərsdən sonra menecerlər sizə material qrupu açacaq. Material qrupuna, belə deyək də, mövzularımızın həm mövzu izahını göndərəcəm. Yəni, video izahı da özüm çəkmişəm, göndərəcəm, baxarsınız. Həm də dərsin ekran kaydını. Çünki bəzi qoşulanlar var ki, əvvəlcədən bildiriblər ki, biz qoşula bilməyəcəyik dərsə. Yəni, qrafiklərimiz üst-üstə düşmədi. Amma ekran kaydına sonradan baxacağıq. Bu belə. Yəni, ekran kaydı, dərslərin video izahı, PDF-lər, mən ümumiyyətlə demirəm ki, gedin kitab alın, lazım deyil, heç bir kitabların PDF-idir. Ümumiyyətlə, kitabdan oxuyun demirəm, qəti oxumayın. Çünki kitab oxumaq boş vaxt itkisidir, çünki boş-boş söz yığını. Bizə lazımdır, qısa lakonik nə düşəcəksə o. O da PDF-lərdədir. Amma testlər, bəli, göndərəcəm linki. Link deyirəm PDF-i və məsələn elə sırf imtahan tipli suallar ki var, o sualların da şəkillərini çəkib atacağım ki, siz işləyəsiniz. Bir də daha bir ayınız qaldı, kitab al, xərcə düş, lazım deyil. Bir də, inşallah ki, imtahana, sertifikasiya imtahanına bir həftə qalmış, sırf sertifikasiyaya gedəcək müəllimləri bir qrupa yığacam, yəni bütün qruplarımda var da. Onlarla sırf, belə deyim də, sertifikasiya sualları üzərində işləyəcəyik. İnşallah MİQ-ə gedən müəllimlərlə də bir həftə qalmış sırf qəbul suallarına söhbət gedir də, sırf MİQ-in qəbul sualları üzərində işləyəcəyik. Bu da belə. Başqa nə deyim mən sizə? Belə, xahiş edirəm. Buyurun. PDF-ləri siz, indi mən sizin əvvəl dərslərinizə də qoşulduğum üçün bilirəm. PDF-ləri hər dərs atırsınız da. Olar ki, yəni PDF-ləri bir dəfiyə atasız, bir dəfiyə kitab şəklində çıxartdıraq.
Mən indi sizə bəlkə şəxsiyə göndərə bilərəm, amma ümumi qrupa göndərə bilməyəcəm. Çünki mən dedim axı mövzular sırayla Zəhmət olmasa onda eləyə bilərsiniz. Bir dəfəyə çıxartdıram, hər dəfə gedib çıxartdıramıram, ona görə kitabdan oxuya bilim. Mən telefondan oxuyamıram onun üçün. Tamam. Tamam. Bir də nə Mən bir deyəcəkdiniz? sual verə bilərəm. Bəli, Nilüfər xanım, buyurun. Mənə taksonomiyanın öz ixtisasım üzrə olan test nümunələri lazımdır. Onları mənə göndərə bilərsiniz. Sizdə Yəni sırf ixtisas öz ixtisasım üzrə düşən taksonomiya sualları. Nədir ixtisas? Musiqi. Mən ilk dəfədə qoşuluram sizin dərsiniz. Musiqi. Hə, musiqidir. Hə, inşallah göndərərəm. Onsuz da işlədəcəm sizə. Aha, Siz onda sertifikasiyasınız. aha, oldu, çox sağ ol. Məndə miqdir müəllimə. Miqdir. Hə, tamam. Tamam. Yaxşı. Belə, bir də nə deyəcəkdim? Artıq dərəcədə xahiş edirəm. Mənim o bir qruplarımdan bilirlər. Çox gülərizəm, amma dəhşət əsəbi vaxtlarım olur. Nə zaman? O ki, qrupa qoşulub test işləməmişəm, dərsə hazır deyiləm. İndi bir dəfə, iki dəfə yola verərsən də. Amma o da son ay qoşulan qrup ki, deyirəm, mən hazır deyiləm. Ən dəli olduğum an o andır. Mənim xoşum gəlir ki, lap dərs uzansın. Əsas o da deyirik, işçi atmosfer qrupu. Kurikulumda belə bir söz var. Yəni, orada əsas iş getsin. Bir də var ki, qrup var ki, baxırıq bir-birimizin üstünə test, bugün işləməmişəm, dərsə hazır deyildim, qonağım gəlir. Elə bir ibtidai sinif yox, qonağım gəlmişdi, vaxtım olmadı. Yəni, heç sevmirəm. Bu hallara yol verməyək. Başqa da heç nə. Məncə, vaxt itirmədən dərsə keçək. Yəni, nəsə də sualınız olsa, o müzakirə qrupu var, o sizə açıqdır. Nəsə sualınız olsa qrupa yaza bilərsiniz. Nə bilim, hətta mən sizə sonradan ümumi müzakirə qrupu var. Mənim əvvəlki bütün də müdavimlərim oradadır. Maşallah, orada da əjdaha uşaqlar var. Orada atacağım sizə linki ki, orada qoşulasınız. Mən bütün günü görəcəksiniz də dalbadal dərslərdəyim və mesajlara baxa bilmirəm. Olar ki, hansısa sual sizə qaranlıq qalar. Atırsınız ora, sizə anında geri dönüş edirlər, izah verirlər. Təbii ki, mənim nəzarətimdə olur da. Baxıram ki, birdən səhv izah verərlər. Ona da baxıram. Ki, amma olmur elə şey. Dediyim kimi, orada maşallah yaxşı uşaqlar var. Bu da belə. Başqa nə deyim sizə? Belə. Nəsə sualınız olsa, yəni qrupa yazarsınız. Mən indi başlayıram dərsin izahına. Qoy, özüm də qoşulum bura. Hamı ekranı rahat görə bilir. Bəli, müəllimə, görünür. Birinci dərsimiz, bayaq da dedim, fən kurikulumlarına aid terminlərin təsviridir. Bu mövzu kitabın əvvəlindədir. Amma sonra mən, yəni birinci mövzumuz budur. Sonra keçəcəm ikinci mövzu. İkinci mövzu kitabın ortalarındadır, planlaşdırma. Amma bu mövzular bir-birinə sıx bağlı mövzulardır və 100% düşür. Dediyim kimi, sizlə biz 100% düşəcək mövzulardan başlayırıq. Digərlərini sonra keçəcəyik. Belə. Bir dənə də xahişim var. Ola bilər ki, mən dərs izah elədikcə sizdə sual yarana bilər. Nəsə sualınız ola bilər, amma xahiş edirəm izahın ortasında müdaxilə etməyək. Lap yanınızda bir dənə vərəqə qeyd edin ki, hə də müəllim bitirəndən sonra bu sualı verəcəm. Niyə deyirəm? Bu mənə heç bir maneçiliyi yoxdur. Sadəcə sonradan ekran kaydını izləyənlər, yəni başıma gəlib də bilirəm. Şikayət bildirirlər ki, nəm dərsin izahında belə oldu, kimsə müdaxilə elədi, fikrimi toplaya bilmədim, başa düşmədim və s. və ilaxır. Başladıq. Fən kurikulumuna aid əsas terminlərin təsviri. Çox adamın zəhləsi gedir bu mövzudan. Amma belə deyərdim də, bir insan bir şeydən niyə zəhləsi gedər? Məsələn, onun öhdəsindən gələ bilməyəndə. Birinci, bu şeyin mahiyyətini başa düşmək lazımdır. Sadəcə əzbərləməklə təbii ki, adam belə deyək də başa düşmür. Fən kurikulumu nədir? Bax, burada hərəmiz bir fən, hərəmiz bir ixtisaslıqda, düzdürmü? Musiqi var, fiziki tərbiyə var, nə bilim, coğrafiya, informatika və s. Və bunun hamısı fən kurikulumu deyilir. Hə, bəs deyir, fən kurikulumuna aid əsas terminlərin təsviri. Bəli, necə ki, hər fənnin özünə məxsus termini var. Məsələn, Azərbaycan dilinin terminləri nədir? Məsələn, mən desəm ki, ay müəllimlər, mübtəda, xəbər, nə bilim, morfologiya sizcə hansı fənnə aiddir? Həmin dəqiqə deyəcəksiniz Azərbaycan dili. Çünki onun terminidir. Deyəcəm ki, loqaritma, tangens, kotangens, vurma, bölmə hansı fənnə aiddir? Həmin dəqiqə deyəcəksiniz ki, məsələn, riyaziyyat.
Yəni alqoritm hansı fənnə aiddir? İnformatika və s. Yəni görürsüz, hər fənnin öz termini var. Amma burada deyir ki, fənn kurikulumuna aid əsas terminlər təsviri. Bəzi terminlər var ki, bütün fənlərdə var. Hansı terminlərdir? İnşallah hamınızın qabağına çıxacaq. İndi sertifikasiyanı demirəm, miqçilər deyirəm ki, hər birinizin qabağına çıxacaq. Alt standart, məzmun standartı zaten eyni anlayışdır. Məzmun xətti, təlim nəticələri, ümumi təlim nəticələri, inteqrasiya. Elə terminlərdir ki, bütün fənlərdə bu terminlər var. Bəs nədir bu terminlər? Nədir bunların mənası? Zaten müəllimlər niyə bununla zəhləsi gedir? Mənasını başa düşmürlər. Yəni deyirlər bu nədir? Bilmirlər deyə acıqları gəlir bu mövzudan. Amma mənasını başa düşəndən sonra deyirsən ki, elə də çətin bir şey deyilmiş. Gəldik təlim nəticəsinə. Deyir, mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret səviyyəsidir. Bu bir tərifdir. Bəzən biz belə bir cümlələri oxuyuruq, amma mənası, mahiyyətini başa düşmürük. Mahiyyətini başa düşmək lazımdır ki, tərifi əzbərləməsək də olar. İndi nə deməkdir? Nə dedim? Dedim mənimsənilməsi, mənimsəmək nə deməkdir? Başa düşməkdə. Nəzərdə tutulan. Nəzərdə tutulan nə deməkdir? Yəni, hələ proses başlamayıb, amma biz planlayırıq, nəzərdə tuturuq ki, nə edəcəyik? Planımızı qururuq. Sonra burada nə dedik və əvvəlcədən müəyyənləşdirilmiş. Əvvəlcədən müəyyənləşdirilmiş nə deməkdir? Kurikulumun nəticə yönümlülük prinsipi. Yəni ki, insan bir işini əvvəlcədən planlayır da, düzdürmü? Əvvəlcədən müəyyənləşdirir. Tutalım ki, mən bugün evdən çıxanda havaya baxıram, deyirəm, ay Allah, görəsən üstdən nəsə geyinim, geyinməyim. Yəni, yağış yağacaq, yağmayacaq, çətir götürüm, götürməyim. Yəni, havaya baxıram, təxmin edirəm, planımı qururam, ona görə çıxıram evdən. Neynədim? Deməli, planımı əvvəlcədən qurdum ki, bugün yağış yağa bilər, mən məsələn çətir götürüm. Yəni ki, nə demək istədi? Dedi ki, yəni müəllim dərsə girməmişdən əvvəl planını qurub elə girməlidir dərsə. İndi getdik. İki cür növ var təlim nəticəsinin, ümumi təlim nəticəsi, xüsusi təlim nəticəsi. Ümumi təlim nəticəsi daha geniş anlayışdır. Xüsusi təlim nəticəsi 1:45 dəqiqəyə aiddir. Ümumi təlim nəticəsi nədir? Deməli, daha geniş anlayışdır və onu dövlət bizə hazır verir. Sizə sual düşər ki, müəllim ümumi təlim nəticəsində dəyişiklik edə bilər? Qəti edə bilməz. Çünki onu dövlət verir bizə. Nədir, ona da gələcəm. Yəni, müəllim ümumi təlim nəticəsini çıxarmır. Amma xüsusi təlim nəticəsinə gəldikdə nə dedik? Xüsusi təlim nəticəsi, indi kitabda da xüsusi təlim nəticəsi gedir. Bizim dilimizdə sadəcə təlim nəticəsi deyirik. 1:45 dəqiqə. Yəni, dərsin məqsədi bərabərdir təlim nəticəsi. Eyni anlayışdır. Deməli, xüsusi təlim nəticəsinə gəldikdə, müəllim artıq xüsusi təlim nəticəsini özü müəyyənləşdirir. Çünki bir dənə dərsdə 1:45 dəqiqə alt standartdan dərsin məqsədini çıxarım ki, bugünkü dərsin məqsədi nədir? Amma ümumi, artıq ümumi. Bunu dövlət verir və mənim ondan heç bir işim yoxdur. Deməli, dərsinin məqsədini müəyyənləşdirir, bu xüsusi təlim nəticəsidir ki, mən sonda nə əldə edəcəm və xüsusi təlim nəticəsini alt standartdan çıxarır. İndi biz xüsusi təlim nəticəsinə birazdan gələcəyik, qayıtdıq ümumi təlim nəticəsinə. Dedik ki, bu daha geniş anlayışdır, bunu bizə dövlət verir, biz burada heç bir dəyişiklik edə bilmərik. 3 növü var, təhsil səviyyələri üzrə, məzmun xətti üzrə və fənnin sinfin sonu üçün təlim nəticəsi. Gələk nədir? Bax, təhsil səviyyəsi deyəndə nə başa düşürük? Əslində, proqramdan çıxarıblar çərçivə sənədindən. Elə bir mövzular var idi. Pillələr, səviyyələr, nə bilim, sonra var idi formal təhsil, qeyri-formal təhsil və s. İndi onları proqramdan çıxarıblar, ona görə ümumi bir məlumat verim ki, səviyyə nədir? Deməli, ümumi təhsil pilləsinin, ümumi təhsil pillədir. Belə deyək də, məktəb. Onun 4 dənə səviyyəsi var. Birincisi, məktəbə hazırlıq mərhələsi. Məktəbə hazırlıq. Yəni, 5 yaş. İkincisi, 5 yaşdan sonra uşaqlara gedir, səviyyə qalxır da, ibtidai sinif. İbtidai sinif. Yəni, 1-4-cü sinif. Üçüncüsü, 4-cü sinif uşaq, yəni buraxılış sinifidir də, bitirdi, hara gedir, hansı səviyyəyə qalxır? Ümumi orta. Ümumi orta, yəni
5, 9 və ümumi ortanı da bitirəndən sonra hansı səviyyə qalxır? Tam orta. Yəni artıq məktəbi tam oxuyur da. Tam orta. Bu da olur 10, 11. İçlərində icbari olan hansıdır? Yəni məcburi oxumalısan. 9-cu sinif daxil icbaridir. Yəni uşaq mütləq şəkildə oxumalıdır. Hətta valideyn övladını yayındırırsa, 9-cu sinifə qədər məktəbdən yayındırırsa, valideyn məsuliyyəti cəlb olunur. Belə. Getdik. Deməli, bax səviyyə bunlardır. Ümumi təhsilin səviyyələri. 4 dənədir, amma bizə bu daha belə deyək də məktəbə hazırlıq elə də önəmli deyil, onu o qədər də saymırıq. Bizə əsas lazım olan bu 3 dənədir. İbtidai sinif, ümumi orta, tam orta. İndi mənə nə deyir? Dedik ki, təhsil səviyyələri üzrə təlim nəticələri. Ümumi belə deyək də təlim nəticəsinin birinci növü. Səviyyələr dedikdə ümumi təhsil pilləsinin səviyyələrindən danışırıq. Yəni, ibtidai sinif, görürsünüz, bayaq burada yazdım hamısını. 1, 4, ümumi orta, 5, 9, tam orta, 10, 11, yəni bunlar. Məsələn, testdə sizə sual düşsə ki, şagird 1-ci sinifə başlayarkən 4-cü sinifin sonunda hansı bilik bacarıqlara yiyələnəcək? Cavab nə olacaq? 1-ci sinifin başı, 4-cü sinifin sonu. Təhsil səviyyələri üzrə. Səviyyə bitirir də, yəni. İndi bunun loru dilindən belə deyək. Deyirəm ki, belə düşünün də, deyirəm ki, bir saniyə, deyirəm ki, dövlət mənə verib təhsil səviyyələri üzrə təlim nəticəsi ki, ay müəllim, yəni sən 1-ci sinifə başlayanda sən qarşı belə bir məqsəd qoyulur ki, 4-cü sinifin sonunda uşağın, sənin şagirdin bu bilik bacarığa sahib olsun. Məsələn, tutalım ki, belə bir şeydir. Uşaq 1-ci sinifə gəlməmişdən əvvəl hərf zat tanımır da, düzdürmü? Birinci nə edirik? Ona hərfin elementlərini öyrədirik. Düzdür? Sonra yavaş-yavaş başlayırıq, tutam A hərfi öyrətməyə. Sonra nə bilim, başlayırıq A-nı, sonra nə bilim A-nı, ana öyrədirik. Sonra artıq bir cümlə yazır. Sonra 2 cümlədən ibarət bir imla yazır. 4-cü sinifin sonunda artıq uşaq özündən esse yazır. Yəni gördünüz, demək istəyir ki, ay müəllim, sən bu səviyyənin içində, yəni 1-4-cü sinifdə, ibtidai sinif səviyyəsində, sənin şagirdin o səviyyənin sonunda artıq hərf tanımayan uşaq, artıq 4-cü sinifin sonunda özündən esse yazmağı bacarmalıdır. Bu mənim qarşıma tələb qoyulub ki, bunu eləməlisən, uşağı o səviyyəyə çatdırmalısan. Bu oldu səviyyə üzrə. Yəni mahiyyətini izah edirəm, nə deməkdir? Və yaxud da İstənilən testdə belə də çıxa bilər. 1, 4, 5, 9, zaten 1, 4 deyən kimi ibtidai sinif, 5, 9 deyən kimi orta, 10, 11 tam orta. Yəni səviyyəni görürəm də burada. Yəni ibtidai təhsil, ümumi orta, tam orta təhsil və ya təhsil səviyyələri sözlərini harda görsəz, təhsil səviyyələri üzrə təlim nəticələrini seçəcəksiniz. Təhsil səviyyələri üzrə təlim nəticələrini müəllim yox, dövlət müəyyən edir. Yəni daha böyük anlayışlı da bunu bizə dövlət müəyyən edir. Bu belə. Deməli, nə dedik? Səviyyələr, indi məktəbə hazırlığı elə də saymadım, bu 5 yaşlılardır da. Əsas məsələ bu ibtidai, ümumi orta, tam ortadır. Yəni müəllim 1-ci sinif hələ indi başlayır, artıq bilir ki, 4-cü sinifin sonunda uşaq hansı bilik bacarıqlara sahib olmalıdır. Biz ta 1-ci sinifdən 4-cü sinifə kimi yolumuz odur ki, elə eləyək ki, uşaq 4-cü sinifin sonunda həqiqətən o bilik bacarığa sahib olsun. Bu oldu bizim təhsil səviyyələri üzrə. Gəldik ikinci növü, məzmun xətti üzrə təlim nəticəsi. Nədir məzmun xətti? Təsəvvür edin ki, bir fənn, məsələn Azərbaycan dili fənni, böyük bir binadır. Məzmun xətti bu binanın bünövrəsidir. İndi düşünün, bir binanın bünövrəsi yoxdur. Nə olar? Bina uçar. Lap olsun bir ev. O deyir, bir evin bünövrəsi möhkəm olmalıdır. Bir evin, bir binanın bünövrəsi yoxdursa nə olacaq? O bina uçar. Yəni, məzmun xətti elə bir termindir, elə bir anlayışdır ki, hər fənnin öz məzmun xətti var da. Yəni, məzmun xətti həmin fənnin bünövrəsidir. Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Bu, belə deyim də sizə. Elə bil ki, 2 nəfər dalaşır. 10 dəqiqə sonra yaxınlaşıram bunlara. Tema nədir bilmirəm, nə üstündə dalaşırlar bilmirəm. Yaxınlaşıram bunlara. Deyirəm ki, nə olub? Nədir məsələ? Nə üstündə dalaşırsınız?
deyirlər ki, məsələn də filan şey üstündə. Aha, görürsüz, yəni mən bilmirəm ki, söhbət nədən gedir. Yəni onların müzakirəsinin belə bir belə deyək də mənası var da, yəni nəyinsə üstündə dalaşırlar. Eləcə də fənlər. Deyirəm Azərbaycan dili. Hə, elə ki Türkiyədən tutalım bir vətəndaş gəlib, söhbət edirik. Deyirəm hə, bizdə Azərbaycan dili fənni var. Mənə deyir ki, Azərbaycan dili fənnində yəni nə keçirsiniz, nədən bəhs edir ki? Mən də deyirəm ki, içində oxu var orada, oxuyub anlamaq bacarıqları var, dinləyib anlama bacarığı var, nə bilim yazı bacarığı var, qaydalar var. Yəni esse, ifadə, inşa, imla bunlar harda olur Azərbaycan dilində? Çünki Azərbaycan dilinin yazı məzmun xətti var. Yazı bacarığı Azərbaycan dilində öyrədilir. Məsələn, deyirəm ki, riyaziyyat deyəndə ağlımıza nə gəlir? Həmin dəqiqə hesablamalar, ölçmələr, nəysə ölçmək, hesablamaq bu kimi şeylər. Çünki riyaziyyatın məzmunu bundan ibarətdir də. Başa düşürsünüz, yəni fikrimi çatdıra bilirəm. Biologiya deyən kimi ağlımıza nə gəlir? Həmin dəqiqə bitkilər, nə bilim, canlılar aləmi, təbiət və s. Yəni biologiya deyən kimi, yəni ki, biologiya fənni məzmun bundan ibarətdir. Bax, məzmun xətti odur ki, fənnin ümumi məzmunu nədən danışır, onu bizə qısaca deyir. Hər fənnin də belə deyək də öz məzmun xətti var. Deməli 3 məzmun xətti olan fən də var. Məsələn, ədəbiyyatın 3 məzmun xətti var. Azərbaycan dilinin 4 məzmun xətti var. Nə bilim, riyaziyyatın, tarixin 5 məzmun xətti var. Dediyim kimi də bu müxtəlifdir. Deməli, deyirik ki, məzmun xətti fənnin ana xəttidir. Leytmotividir. Bəzən mənə sual verirlər. Müəllim, leytmotiv nə deməkdir? Leytmotiv bərabərdir ana xətt, bərabərdir dəyişməz hissə, bərabərdir bünövrə. Yəni sözümü nəyə gətirirəm? Leytmotivdir sözün mənası elə ana xətt deməkdir. Sinonimdirlər bunlar bir-birinə. Ana xətt, bünövrə, məzmun xətti fənnin ana xəttidir. Yəni orada nədən bəhs edilir, onu bizə deyir. Necə ki bir kinonun və ya əsərin baş qəhrəmanı əsas ideyası sona qədər dəyişmir. Fənnin leytmotivi, yəni məzmun xətti də 1-ci sinifdən 11-ci sinifə qədər dəyişməz qalır. Deyəcəksiniz ki, bu nə deməkdir? Məsələn, bax sizə burada bir şey var. Azərbaycan dilinin məzmun xəttlərini yazmışam burada. 4 dənə məzmun xətti var. Dinləyib anlama, oxu, yazı, dil qaydaları. Mən girirəm 1-ci sinifə dərs deyirəm. Yenə də bu 4 məzmun xəttidir. 11-ci sinifə də dərs desəm, yenə də bu 4 məzmun xəttidir. Yəni, məzmun xəttləri dəyişmir. 1-ci sinifdə də, 5-ci sinifdə də, 11-ci sinifdə də. Niyə dəyişsin axı? Bu fənnin məzmun xəttidir. Onda bu məzmun xətti dəyişsə, belə çıxır ki, tutalımında burada yazı çıxsa, onda bunun yerinə nə gələcək? Ədədlər və əməllər. Onda belə çıxır ki, orada hesablama işləri olmalıdır. Yəni, dəyişə bilməz də. Onda yazı tutal mən yazı bacarığını Azərbaycan dilindən çıxarsam, onda Azərbaycan dilindəki esse, imla, inşa, hərflərin öyrədilməsi gərək o fəndən çıxsın, o fəndə öyrədilməsin. Ona görə dəyişə bilməz. İndi qayıdaq bura. Dəyişməzdir. Bu ən vacib xüsusiyyətdir. Şagird 1-ci sinifdən 11-ci sinifə qədər oxusa da, fənnin məzmun xəttləri eyni qalır, dəyişmir. Dəyişən yalnız mövzular, yəni məzmun nədir mövzu? Məzmun və onun çətinlik dərəcəsidir. Yəni dəyişən yalnız mövzular və onun, yəni mövzular çətinləşir də, ildən ilə getdikcə çətinləşir. Necə ki, uşaqlar toplama və çıxmanı 1-ci sinifdə 10 dairəsində keçir, 2-ci sinifdə yenə toplama çıxma keçir, amma 20 dairəsində, 3-cü sinifdə 100 dairəsində, 4-cü sinifdə 1000 dairəsində məsələn. Görürsüz, getdikcə dəyişdi. Deməli, kurikulumda standartlar rəqəmlərlə ifadə olunur. Hə, bu sizin ən çox rast gələcəyiniz bir şeydir də, belə deyək. Tutalım ki, inşallah müəllim olanda görəcəksiniz. Sizə dövlət standartlar verir. Bax, bu cür verəcək, nə bilim, 3, 1, 4, cürbəcür rəqəmlər görəcəksiniz. Buna standartlar deyirik. Bu standartlarla sizin heç bir işiniz yoxdur. Siz orada heç bir dəyişiklik eləmirsiniz. Yəni, necə veribsə dövlət elə də qalır. Sizin o rəqəmlərlə işiniz yoxdur. Sadəcə o rəqəmlərin mənasını bilməliyik. Baxın, bu birinci rəqəm həmişə birinci rəqəm məzmun xəttidir. Mən məsələn açdım, görürəm ki, mənim sabah keçəcəyim dərslə bağlıdır. Baxıram ki, nəyə keçəcəm sabah? Mənə belə bir standart verir də dövlət.
məsələn, bax bunu görən kimi, indi burada 3 yazmışam da, düzdür? 3-ü görən kimi mən tutalım ki, Azərbaycan dili müəllimiyəm. Həmin dəqiqə deyirəm ki, deməli mənim sabahki dərsim yazı bacarığıdır. Uşaqlara indi ya esse yazdırmalıyam, inşa, imla, ifadə və s. də. Çünki Azərbaycan dilinin 3-cü məzmun xətti yazıdır. Və yaxud da ki, mən riyaziyyat müəllimiyəm. Burada 3-ü görən kimi deyirəm, deməli sabahki dərsim həndəsə ilə bağlıdır. Çünki riyaziyyatın 3-cü məzmun xətti həndəsədir. Yəni birinci rəqəm, ya da ki, lap olsun bu. İndi növbəti dərsdə bu standartı görürəm. Mənim onda 2-ni görən kimi, yəni birinci rəqəmi görən kimi deyirəm, onda mən uşaqlara bu gün nəsə oxu ilə bağlı bir şey keçəcəm. Oxu bacarığı da, yəni uşaq oxuyub anlamalı, oxuyub anlama bacarığı. Çünki Azərbaycan 2-ci məzmun xətti oxudu. Yəni belə. Səsim gəlir sizə? Müəllimlər, səsimi eşidirsiniz? Müəllimlər. Biraz dondu. İndi gəlir. Ekranı görürsünüz? Bəli, ekran da görürük, sizi də eşidirik. Bəs mən niyə görmürəm ekranı? Ekrandakı yazıları görürsünüz? Bir saniye. Görünür? Bəli, görünür. Tamam, davam edək. Yəni ki, bir sözlə dedik ki, rəqəm o 3 dənə rəqəmdən həmişə birincisi məzmun xəttidir. Zaten hər öz məzmun xəttini əzbərdən bilməlidir. Birinci rəqəm məzmun xəttidir. Yəni mən 2-ni görən kimi bilməliyəm ki, mənim ikinci məzmun xəttim hansıdır. Deməli, həmin günkü dərsim həmin bacarığı uşaqda formalaşdıracağam. Ortadakı rəqəm əsas standartdır. Düzdür, kitabda əsas standart çıxarılıb, amma özünüz üçün bilməlisiniz də. Əsas standart bölmə adıdır. Məsələn, burada ortadakı rəqəm 1-dirsə, yəni bu birinci bölmə deməkdir. Axırıncı rəqəm alt standartdır. Luru dillə desək mövzular. Məsələn, burada indi 2, 1, 3 yazılıb da. 1, yəni ki, birinci bölmənin 3-cü mövzusu. İndi o sabah üçün belə yazılacaq. 2, 1, 4 məsələn. Yəni birinci bölmənin 4-cü mövzusu. Bir sözlə də birinci bölmədə neçə dənə mövzu varsa tutalım. Gələn dəfədə 2, 1, 7. Yəni birinci bölmənin 7-ci mövzusu. Tutalım ki, həmin 7-ci mövzudan sonra bölmə bitdi, gəlir ikinci bölmə. Bildiniz? Ortadakı rəqəm bölmədir, yəni bölmə adıdır. Sonuncu rəqəm də alt standart. Alt standartda mövzuları bildirir. İndi hələ ki biz qayıdaq məzmun xəttinə. Bir sözlə dedik ki, birinci rəqəmimiz məzmun xəttidir. Məzmun xətti bu 3 rəqəmin birincisidir. Məzmun xətti dəyişməzdir. Əsas standart dediyim kimi bölmədir. Əsas standart bölmədir. Əsasən dəyişməzdir. Bəzən dəyişir. Alt standart isə həmişə dəyişir. Həmişə, hər il dəyişir. Yəni daim dəyişir. Birazdan buna gələcəm. Deməli, Azərbaycan dilinin yenə də deyirəm 4 məzmun xətti var. Məsələn, əgər Azərbaycan dili fənnində standart budursa, mən həmin dəqiqə 2-ni görən kimi bilirəm ki, mənim dərsim oxu ilə bağlı olacaq. Yəni buradakı ilk 2 rəqəmi oxu məzmun xəttini bildirir. Çünki baxın, Azərbaycan dilinin 2-ci məzmun xətti oxudur. Məsələn, 1-ci sinif şagirdi. Dinləyib anlama məzmun xətti üzrə nağla qulaq asır. Bax, dinləyib anlama birinci məzmun xəttidir. Dinləyib anlama məzmun xətti üzrə nağla qulaq asır və sadə suallara cavab verir. Var axı, ibtidai sinifdə adətən belədir. Müəllim bir də görürsünüz ki, qrupa yazır ki, bugün uşaqlara dinləmə mətni oxumuşam, amma o mətin olmur da uşaqların kitabında. Müəllimin öz metodik vəsaitində olur. Müəllim onlara oxuyur, uşaqlar onu diqqətlə dinləyirlər də. Və müəllim sonra sual-cavab edir. Deməli, dinləyib anlama. Müəllim oxuyur, uşaq dinləyir və anlayır ki, suallara cavab verir. Bu olur 1-ci sinif. İndi 11-ci sinifdə dinləyib anlama məzmun xətti necə olur? Həmin dinləyib anlama məzmun xətti üzrə mürəkkəb elmi mətnə qulaq asır və təhlil edir. Məsələn, abituriyentləri düşünün, imtahanda belə nə verirlər?
2 dəqiqəlik verirlər dinləmə mətni. Qoşurlar, onlar dinləyir, sonra ona uyğun başlayırlar, əsaslandırırlar, fikirlərini yazırlar və s. Yəni, gördünüz, dinləyib anlama məzmun xətti 1-ci sinifdə də eynidir, 11-ci sinifdə də eynidir, dəyişmədi. Dəyişən nə oldu? Baxın, nəticə. Şagird böyüdü, tapşırıq çətinləşdi. Bayaqki sadə mətn idi, indi elmi mətni təhlil edir. Amma məzmun xətti, yəni dinləyib anlama məzmun xətti dəyişmədi. Bir sözlə, məzmun xətti dəyişməzdir, məzmun xətti dəyişmir. Dəyişən sadəcə tapşırıqların çətinləşməsi. Deməli, indi burada nə yazmışam ki, siz testdə səhv etməyəsiniz. Mövzu deyil. Bəzən deyirlər ki, məzmun xətti mövzudur. Xeyr, məzmun xətti mövzu deyil. Müəllimlər bəzən elə bilir ki, məzmun xətti mövzudur. Mövzu, məsələn, isim, sifət, sadəcə vasitədir. Məzmun xətti isə, məsələn, dil qaydaları. Həmin mövzunun aid olduğu qrupdur. Yəni, isim, sifət, köməkçi nitq hissələri əsas, bunlar ümumi gedir dil qaydaları məzmun xəttinin içində. Məsələn, görürsünüz, bayaqdan deyirəm ki, yazı. Yazının içində nə getdi? İfadə, imla, inşa, esse, yazı bacarığıdır da bunlar. Getdi onun ümumi içində. Yəni, mövzu deyil, o bacarığın ümumi adıdır. Sonra deyirlər ki, məzmun xətti təlim nəticəsidir. Xeyr, bu da yanlışdır. Təlim nəticəsi deyil. Təlim nəticəsi hədəfdir, məqsəddir. Bugünkü dərsin sonu, məqsədimiz. Şagirdin nə əldə edəcəyi. Məzmun xətti isə həmin hədəfə gedən yoldur, sahədir. Bəli. Məsələn, məzmun xətti verib yazı bacarığı, uşağa esse yazdırmalıyam. Yazı bacarığı, məzmun xəttidə yazı. Esse isə bir, belə deyim, məqsəddir ki, bugün o məqsədə çataq. Yəni, dediyim kimi, təlim nəticəsi məqsəddir, məzmun xətti o məqsədə gedən yoldur, istiqamət verir bizə. Bu oldu məzmun xətti üzrə. İndi gəldik 3-cü növü fənnin siniflər üzrə təlim nəticəsi. Siniflər deyiriksə, sinif sözünü harada gördünüz? Bilin ki, söhbət 1 ildən gedir. 1 il dediyim 12 ay yox. Yəni, 1 il 12 aydır da, amma biz təbii ki, bir tədris ilindən danışırıqsa, söhbət 9 aydan gedir. Deməli, siniflər deyiriksə, yəni bir tədris ilinin sonunda şagird hansı bilik bacarıqlara yiyələnəcək? Məsələn, 5-ci sinifin sonunda şagird hansı bilik bacarıqlara yiyələnəcək? Yəni, bir müəllim, lap götürək tutan 1-ci sinifdə, uşaq 1-ci sinifə gəlir, hələ heç hərf yaza bilmir, hələ hərfin elementlərini indi başlayacaq yazmağa, amma müəllim neynir? Deyir ki, görüm yoxdur, yəni məqsəd qoyulub ki, dövlət qarşımıza məqsəd qoyub ki, sənin şagirdin, məsələn, 1-ci sinifin sonunda hərfləri tanımaqdan əlavə artıq imla yazmağı bacarmalıdır. Yəni, ona görə mən ona hərfləri yazmağı öyrətməliyəm ki, uşaq sonra imla yazmağı bilsin. Nə bilim, uşaq gəlir 1-ci sinifin əvvəlində hələ oxumaq nədir bilmir. Amma artıq 1-ci sinifin sonunda uşaq nə bilim 1 dəqiqə filan qədər söz oxumalıdır. Yəni, mən artıq 1 il ərzində o məqsədə gəlib çatmalıyam. Yəni, siniflər üzrə deyəndə 1 ildən söhbət gedir. Təlim nəticələri ümumidən xüsusiyə doğru düzülüb. Ümumi o deməkdir ki, xüsusi təlim nəticəsi nə idi? Bunun haqqında bayaq dediyim bir dərs. 1:45 dəqiqə, yəni 1:45 dəqiqənin sonu, bir dərsin sonu verilən təlim nəticəsidir və bunu müəllim özü müəyyənləşdirir. Bugünkü dərsimin məqsədini mən özüm müəyyənləşdirirəm. Xüsusi təlim nəticəsi bir günün sonudur. Bir gün dediyim, yəni bir dərsin, 1:45 dəqiqənin sonudur. Yəni bu 45 dəqiqə ərzində müəllim şagirdlərə nə öyrədəcək, hansı bilik bacarıqları öyrədəcək, şagird də həmin 45 dəqiqənin sonunda hansı bilik bacarıqlara sahib olacaq. İndi ümumi təlim nəticəsi ilə xüsusi təlim nəticəsinin fərqi nədir? Ən birinci nə dedik? Ümumi təlim nəticəsi daha böyük anlayışdır, daha geniş anlayışdır. 3 növü var. Səviyyələr üzrə dediyi ibtidai, ümumi orta, tam orta. Məzmun xətti üzrə dediyi hərfənin öz məzmun xətti var. Məzmun xətti dəyişməzdir, ana xəttir və siniflər üzrə. Siniflər də deyəndə 1 ildən söhbət gedir. Və müəllim burada heç bir dəyişiklik edə bilməz. Ümumi təlim nəticəsini, yəni dövlət bizə verir, geniş anlayışdır. Xüsusi təlim nəticəsi nədir? Biz ona sadəcə təlim nəticəsi də deyə bilərik. Bu 1:45 dəqiqənin sonudur. Bunu artıq müəllim müəyyən edir. Yəni hər gün, hər dərs belə deyək də 6 standartdan məqsəd çıxarır. Bu oldu xüsusi təlim nəticəsi. Gördünüz? Ümumi daha geniş anlayışdır. Xüsusi təlim nəticəsi kiçik anlayış 1:45 dəqiqə. Amma o birisi
səviyyələr üzrə, məsələn, ibtidai sinif 4 il, ümumi orta 5 il, tam orta 2 il, sonra məzmun xətti ümumiyyətcə bütün siniflərə aiddir və siniflər üzrə də 1 il. Amma xüsusi təlim nəticəsi 1:45 dəqiqə. Kiçik anlayışdır. Ümumi təlim nəticəsi geniş anlayış olduğuna görə onu dövlət bizə verir. Heç bir dəyişiklik edə bilmərik. Xüsusi təlim nəticəsi öz dərsimdir də, yəni 1:45 dəqiqəmin planını qururam. Bu artıq müəllimə aiddir, bəli, dəyişiklik edir, özü nəticəni çıxardır və s. Bu belə. Gəldik alt standart. Bayaqlarım sizə ümumiyyətcə standartlar verdim. Standartlar nə idi? Dedim, birinci rəqəm həmişə məzmun xəttidir. Sonra dedik ki, ikinci rəqəm, ortadakı rəqəm əsas standartdır. Əsas standart bölmə adıdır, yəni tədris vahidi bölmə. O bəzən lazım olduqca dəyişə bilər. Ümumiyyətcə onu proqramdan çıxarıblar, amma yenə də özünüz üçün bilməyiniz yaxşıdır. Gəldik əsas məsələ sonuncu rəqəm. Sonuncu rəqəm alt standartdır. Alt standartın ikinci adı məzmun standartıdır. Burada belə bir indi sual çıxacaq. Məzmun standartı. Ay müəllim, bayaqdan məzmun xəttindən danışırsınız. Biz bunları necə ayıraq? Məzmun xətti, məzmun standartı. Çox sadə. Baxın, alt standartın da sonu standartla bitir. Məzmun standartın da sonu standartla bitir. Yəni ki, deməli, standart. Bu cür yadda saxlaya bilərsiniz. Eyni anlayışdır. Bunu niyə dəfələrlə deyirəm? 1-2 il bundan qabaq məzmun standartının mənası tamam başqaydı. Ona görə çaşmayasınız deyə. Deməli, bunun tərifi nədir? Şagirdlərin bilik və bacarıq səviyyələrinə qoyulan dövlət tələbidir. Yəni, dövlət qarşımıza tələb qoyub, müəllimin qarşısına tələb qoyub ki, bu bilik bacarığı şagirdə keyfiyyətli təhsil verərək çatdırmalısan. Şagirdin də vəzifə borcudur ki, müəllimin ötürdüyü bilik bacarıqlara sahib olsun. Yəni, nə demək istəyir? Vaxtında məsuliyyətli şəkildə dərslərinə hazır gəlsin. Deməli, bu da belə bilik bacarığına qoyulan dövlət tələbidir. İndi lor dilinə izah eləmək istəyən başa düşəsiniz. Məsələn, mənə dövlət belə bir standart verdi. Məsələn deyirəm. Tutalım ki, 3, 1, 2. Tutalım, mən riyaziyyat müəllimiyəm. 3-cü məzmun xəttini görən kimi bildim ki, mən bugünkü dərsim həndəsədir. Həndəsə ilə bağlı olacaq və görürüm ki, qabağına yazıb. Yazıb ki, həndəsi fiqurları, tutalım, fərqləndirir. Belə bir standart verib. Bu nə oldu? Bu alt standartdır da, düzdürmü? Məzmun xəttindən bildim ki, riyaziyyatın 3-cü məzmun xətti həndəsədir. Dərsim həndəsə ilə bağlı olacaq. Sonra baxıram ki, mənə yazıb ki, bura mövzunun adını yazıb da. İndi mən lori dilinə mövzu deyirəm. Əslində buna mövzu deməməliyik. Bu standartdır. Bax, bu, görürsünüz bu. Yəni ki, birinci bölməni tutam, ikinci mövzusudur. Həndəsi fiqurlar fərqləndirir. Alt standartın tərifi nə idi? Dedim ki, bilik və bacarığa qoyulan dövlət tələbi. Bilik bacarıq nədir burada? Həndəsi fiqurlar bunun bilik hissəsidir. Yəni, mövzunun adı. Fərqləndirir isə bunun bacarıq hissəsidir. Yəni, artıq şagird bunu bacarır. Bacarmalıdır da, yəni, məqsəd qoymalıyıq. İndi belə bir şey var. Biz sizlə növbəti dərslərdə bilik və taksonomiya keçəcəyik. Bu olur bunun bilik hissəsi, bu da olur bunun taksonomiya hissəsi. İdrak taksonomiyası keçəcəyik, fərqləndirir. Yəni, dərsi anlayıb ki, fərqləndirməyi bacarır da. Belə, baxın, bilik bacarığı mənası budur. Yəni, sözümü nəyə gətirirəm? Deyərsiniz, ay müəllim, bu boyda alt standart deyir, elə mövzu deyək də. İndi elmi dildə, imtahan dilində mövzu deməyimiz səhvdir. Çünki mövzu deyəndə belə çıxır ki, bu hissə yoxdur, həndəsi fiqurlar. Bəs axı, alt standartın tərifi var, alt standartda deməyib ki, biliyə qoyulan bacarıq, dövlət tələbi. Bilik və bacarığa qoyulan dövlət tələbi dediyinə görə, deməli, bu da olmalıdır. Ona görə mövzu demirik, deyirik alt standart. Amma lori dilindən öz aramızda danışsaq, əslində söhbət mövzudan gedir. İndi qayıtdıq bura. Deməli, alt standart sinifdən sinifə keçdikcə dəyişir. 5-ci sinifdən 6-cı sinifə keçəndə, 6-dan 7-yə keçəndə, yəni də hər il dəyişir. Bunu bayaq da dedim. Dərsə başlamazdan əvvəl müəllim mütləq birinci alt standarta baxmalıdır. Bəli, indi birazdan keçid edəcəyik planlaşdırma dərsinə. Bəli, birinci alt standarta baxırıq ki, oradan məqsəd çıxaraq. Ki, dərsin planını quraq. Sonra, müəllim summativi hazırlayarkən alt standarta baxaraq hazırlamalıdır. Niyə? Baxın,
Summativ dediyimiz kiçik summativdən danışırıq. İnşallah onu da tez zamanda keçəcəyik, qiymətləndirmə. Summativ nə zaman keçiririk? Bölmələrin sonunda. Bölmə sonunda bir sözlə. Bəzən bölmə daxilində olur. İndi onu da inşallah keçəndə deyəcəm nə vaxt. Bölmə sonunda keçiririk. Məsələn, birinci bölməm bitdi. Bax, kitabda birinci bölmə bitdi. Birinci bölmə bitdisə, mən summativ keçirməliyəm. Tutalım ki, deyir ki, görürsünüz, summativi hazırlayarkən alt standarta bax. Yəni, demək istəyir ki, birinci bölmə bitdi, indi summativ sualı hazırlamalıyam. Deyir, bax, gör, həmin bölmədə hansı mövzuları keçmisən? İndi mən loru dildən mövzu deyirəm. Yəni, hansı alt standartları reallaşdırmısan? Baxıram. Tutalım ki, birinci bölmədə 8 dənə loru dildən yenə deyirəm. Çünki elmi cəhətdən bu söz səhvdir. Prosta siz hələ birinci dərsdə deyə anlayasınız deyə deyirəm. Baxıram, birinci bölmədə 8 dənə mövzu keçmişəm. Elmi dildə desək, yəni alt standart reallaşdırmışam. Deməli, mənim summativ sualı hazırlayacağım. Nəyi keçmişəm, ondan hazırlamalıyam. Əgər keçmədiyim 9-cu mövzudan sual salsam, yenə getdik, toxunduq qiymətləndirmə dərsinə, qiymətləndirmənin validlik, yəni uyğunluq prinsipini pozmuş olacaq. Yəni, deyir, nəyə keçmişsən, sualı ondan sal da. Düşünün ki, mən sizə bugün bunu keçirəm, amma sizə test olaraq deyirəm ki, gedin qiymətləndirmə işləyin. Nə əlaqə deyəcəksiniz? Müəllim, biz onu keçməmişik, necə işləyək? Yəni, gördünüz, burada bir uyğunsuzluq yarandı. Bir sözlə, dərsə başlamazdan əvvəl alt standarta baxırıq. Summativə hazırlayanda alt standarta baxırıq. Hər şey oradan asılıdır. İndi gəldik. Alt standartı dövlət müəyyən edir. Bəli, bizim o standartla heç bir işimiz yoxdur. Biz onda heç bir dəyişiklik etmirik. Alt standartın 4 əsas funksiyası var. Təlim məqsədi, yəni dərsin təlim nəticəsi. Qısacası, dərsin məqsədi alt standartdan çıxarırıq. Təlim strategiyaları, yəni iş üsulları, iş formaları, indi keçəcəyik. İş üsulları var, BİBÖ, 3-2-1, klaster, iş formaları da ki, fərdi, cüt, qrup, bütün siniflər. İnteqrativlik, yəni inteqrasiya. Təlimin məzmununun davamlı inkişafı. Məzmunun davamlı inkişafı da odur ki, yəni alt standart hər il dəyişir. Məzmunun davamlı inkişafı o deməkdir ki, bayaq dedimi, məsələn, birinci sinifdə uşaq 10 dairəsində toplama çıxma keçir. Məzmun nədir? Toplama çıxma. İkinci sinifdə 100 dairəsində toplama çıxma keçir. Görürsünüz, yenə toplama çıxma keçir. Amma ikinci sinifdə artıq 100 oldu bu, çətinləşdi. Üçüncü sinifdə 1000 dairəsində toplama çıxma keçir. Toplama çıxma qalır. Məzmun etibarilə eynidir. Amma belə deyək də, səviyyəcə çətinləşir, tapşırıq çətinləşir. Yəni, ona görə deyirik ki, alt standart hər il daim dəyişir, çətinləşir. Çünki çətinləşməsə bilirsiniz nə baş verər? Uşaq birinci sinifdə də 10 dairəsində toplama çıxma keçər, 11-ci sinifdə də. Ona görə çətinləşmək məcburiyyətindədir. Təkmilləşdirilmiş kurikulumlarda alt standartların çoxu demək olar ki, gündəlik təlim nəticələri səviyyəsində verilmişdir. Bu nə deməkdir? Məsələn, mənə burada verib dövlət. Sildim onu. Bayaq yazmışdım, həndəsi fiqurları fərqləndirir. Belə bir alt standart verib. Deyir, hətta sən onun özünü də məqsəd kimi götürə bilərsən. Daha geniş versiyasını birazdan o biri dərsdə deyəcəm. Bu, müəllimin işini daha da asanlaşdırır. Yəni, alt standartlardan gündəlik təlim nəticəsi çıxarmağa gərək qalmır. İstəsəz çıxara da bilərsiniz. İstəsəz alt standartın özünü də məqsəd kimi götürə bilərsiniz. Müəllim təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı və öyrənmə fəaliyyəti müəyyənləşdirməklə dərsi qurur. İndi bununla da keçəcəyik planlaşdırma mövzusuna. Bu cümlə sırf ora aiddir və miqdə və yaxud da sertifikasiyada buradan vururlar. Bir dənə bu məqamı, incə məqamı tutsaq, rahatlıqla onu düz yaza bilərik. Bu oldu bizim bu dərsimiz. Bir də bunu da deyim. Alt standartdan əvvəllər çıxarırdılar 5 dənə məqsəd, 6 dənə məqsəd. İndi elə deyil. Deyir ki, ay müəllim, alt standartdan bir dərs üçün, bir 45 dəqiqə üçün bir dənə də məqsəd çıxara bilərsən. 2 dənə də, maksimum 3 dənə. Ondan tərəfi ola bilməz. Niyə? Çünki deyirsən, cəmi 45 dəqiqən var da, yalandan ora düz 6 dənə məqsəd. Sən bunu onsuz da uşağa çatdıra bilməyəcəksən. Uşaq onsuz da o 45 dəqiqən sonunda o 6 dənə məqsədə çata bilməyəcək. Yəni, yalandan yazmanın mənası yoxdur. Yəni, 2, maksimum 3 dənə məqsəd çıxara bilirik. Bu da belə. İndi bu mövzudan keçid edirik dərhal planlaşdırmaya. Çünki sırf bir-biri ilə bağlı mövzudur. Planlaşdırma indi işləyən müəllimlər daha yaxşı bilirlər. Deməli, 2 cür planlaşdırma var. Gündəlik və illik planlaşdırma. Hər il bu mövzudan sual düşür.
İndi bu mövzunun adı belə gedir. Ya planlaşdırma deyirlər, ya gündəlik və illik planlaşdırma deyirlər, ya geriyə planlama deyirlər, ya da nəticədən planlama deyirlər. İndi bunların mənası nədir deyəcəm. Deməli, təlim prosesinə müasir bir yanaşmadır. Bu yanaşma həm illik, həm də gündəlik planlaşmaya aiddir. Söhbət geriyə planlama sözündən gedir. Geriyə planlamada 3 addım yanaşması var. Elə bizi də buradan vururlar. 3 addım yanaşmasından. Hətta bu yanaşma situasiya testlərində də özünü göstərir. Biz bunun məntiqini tutsaq, situasiya testlərini də çox rahatlıqla işləyə bilərik. Bir dənə test növü var ki, planlaşdırmada çıxacaq qarşınıza. O test növü hər il bütün ixtisaslara düşür. Məsələn, mən özüm də girirəm də kurikulum suallarına görə hətta olmuşdu ki, 2024-də düşən iminli o sual 2025-də də eyni tip düşmüşdü, sırf planlaşmaya aid situasiya sualı idi. Getdik. Nədir? Təlim nəticələrini elan etmək, qiymətləndirmə və öyrənmə fəaliyyəti. Bunu belə deyim də, düsturu var. Bir dənə bu düsturu deyim, modelimi deyim, yadda saxlasaq, çox rahatlıqla buna aid sualları yazacaqsınız. Nədir? Təlim nəticəsi, yəni bayaq da dediyim müəllim alt standarta baxır. İlk işi nədir? Alt standartdan təlim nəticəsini çıxarmaq. Təlim nəticəsi ona uyğun, görürsünüz nə deyirəm? Ona uyğun qiymətləndirmə meyarı müəyyən etmək və yenə də təlim nəticəsinə uyğun öyrənmə fəaliyyəti, bəzən buna təlim fəaliyyəti də deyilir, fəaliyyətini müəyyən etmək. Bu nə deməkdir? Baxın, dövlət mənə standart verib. Məsələn, deyirəm də, bayaqlarım dedimi, həndəs fiqurlar fərqləndirir. Belə bir standart verib. Mən götürürəm, bayaq nə dedim sizə? Dedim ki, ola bilər alt standartdan məqsəd çıxarım. Ola bilər ki, elə dövlətin verdiyi alt standartı məqsəd kimi götürüm. Mən götürürəm onu, heç məqsəd çıxarmıram. Həndəsi fiqurları fərqləndirir. Bunu elə məqsəd kimi də götürürəm. Mənim birinci işim nə idi? Mənim birinci işim odur ki, bax, planlaşmamı quranda ən birinci alt standarta baxım, ondan məqsədi çıxarım. Çünki məqsəd olmasa, bundan heç biri ola bilməz. Ən birinci məqsəd, düşünün ki, ev almamısınız, əşya alırsınız, hara yığacaqsınız? İnsan birinci ev alar, sonra için əşya düzər də. Ev almaya əşyanı hara yığacam? Evim yoxdur, əşya alıram. Gələcəkdə bəlkə evim olacaq, nətər olacaq, hansı tərzdə ölçüsü necə olacaq bilmirəm, amma əşya alıram. Hara uyğun alıram? Yəni, məqsəd olmasa, bunlar necə ola bilər? Ən birinci məqsəd. Bax, bunun bir dənə məntiqini tutsaq, bu sualları rahat yazacaqsınız. Ən birinci məqsəd. Yəni, mən birinci işim təlim nəticəsini çıxarıram. Ondan sonra ona uyğun qiymətləndirmə meyarı müəyyən edirəm. Ona da uyğun öyrənmə fəaliyyətini müəyyən edirəm. Qiymətləndirmə meyarı nədir? İndi birazdan ona uyğun bir dənə nümunə eləyəcəm. Nədir qiymətləndirmə meyarı? Formativdən təbii ki, söhbət gedir. Formativin də o qədər növləri var. Hamısı bunun içində gedir. Özünü qiymətləndirmə olsun, yoldaş qiymətləndirməsi olsun və s. və ilaxır. Bəs öyrənmə fəaliyyəti nədir? Öyrənmə fəaliyyəti odur ki, içində gedir iş üsulları, üstəgəl iş formaları. Siz elə bilirsiniz ki, biz ağlımıza nə əsdi onu seçirik. Tutalım, mən məqsədim budur ki, həndəs fiqurları fərqləndirir. Mən buna ziqzaq iş üsulu seçə bilərəm? Yox. Ziqzaq iş üsulu sırf humanitar fənlərlə bağlıdır. Yəni, sözümü nəyə gətirirəm? Hər şey bir-birindən asılıdır. Yəni, mən ağlıma, ürəyim hansı iş üsulundan istəyir, ondan bugün istifadə edim, elə bir şey yoxdur. Məqsəd nədirsə, ona uyğun yəni müəyyən edəcəm hamısını. İndi getdik. Təlim nəticələri nədir? İlin, bayaq dedik axı, illik və gündəlik var. İlin və ya dərsin sonunda şagirdlərin hansı bilik bacarıqlara sahib olacaqları barədə ümumi nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi. Ümumiyyətcə, təlim nəticəsi sözünü harda görsəz və yaxud da əvvəlcədən sözünü harda görsəz, bilin ki, bu təlim nəticəsidir. Qiymətləndirmə nədir? Şagirdlərin nəyi öyrənməsi ilə bağlı informasiyanın əldə edilməsidir. Müəllim diaqnostik, formativ, summativ qiymətləndirmə üçün hansı üsul və vasitələrdən istifadə etdiyini qərarlaşdırır. Təbii ki, yenə də məqsədə uyğun. Öyrənmə fəaliyyətindəki iş üsulları, iş formasını düzgün müəyyənləşdirmək, tədrisi şagirdin maraq, ehtiyac və tələbatına uyğun qurmağı planlaşdırır. Burada da bir qeyd. Hər yerdə o qeydi qoyuram ki, ən əsas vacib məqam çünki budur. Qeyd. Qiymətləndirmə və öyrənmə fəaliyyəti təlim nəticəsindən asılıdır. Bir də yazıram o düsturu.
təlim nəticəsi, ona uyğun qiymətləndirmə meyarı, ona da uyğun təlim fəaliyyəti ya da ki, öyrənmə fəaliyyəti. Və deyir ki, qiymətləndirmə, yəni bu və öyrənmə fəaliyyəti, yəni bu təlim nəticəsindən asılıdır. Bəli, çünki bu olmasa, bundan heç bir ola bilməz. Planlaşmanın iki növü var. Perspektiv. Həmişə iki adını da yadda saxlayın. Çünki bir də görürsünüz imtahanda illik yazmır, yazır perspektiv. Gündəlik yazmır, yazır cari. Ona görə mütləq şəkildə planlaşmanın iki adını da yadda saxlayın. İlliyin ikinci adı perspektiv, gündəliyin ikinci adı cari. Hər iki planlaşmaya aid olan məqamlar hansılardır? Yəni hər ikisinə də yazırıq. Standartları hər ikisinə də yazırıq. Mövzuların adını hər ikisinə də yazırıq. İnteqrasiya yazılır, qiymətləndirmə hər ikisinə yazılır və resurslar. İndi gəldik. İllik planlaşdırma asandır. Deməli, illik planlaşma müəllimin bir akademik il ərzində, yəni 9 ay ərzində tədrisin təşkili ilə bağlı məsələləri özündə əks etdirən sənəddir. Belə deyim də, müəllimin işi başlayır, tutalım ki, avqustun sonu. Müəllim artıq, belə deyim də, sentyabrın 15-dən ta ki, noyabr deyirəm, bağışlayın, iyunun 14-nə kimi, yəni növbəti il, iyunun 14-nə kimi bütün planını qurur. Yəni də 6 bazarı çıxır, bayramları çıxır, hesabın kitabını edir, bütün planını qurur ki, məsələn, tutalım da, 15 sentyabr tutalım, diaqnostik qiymətləndirmə, 16 sentyabr, isim, nə bilim, 17 sentyabr, sifət, məsəl üçün də belə sırayla ta ki iyunun 14-nə kimi yazır. Yəni, bütün illik planını qurur. İllik planlaşdırma təbii ki, daha asandır. Əsas məsələ gündəlikdədir. İllik planlaşmanın əsas məqamları. Baxın, keçən il, məncə 2025 idi, belə bir sual düşmüşdü MİQ-ə. Əslində asan idi. Yazmışdı ki, illik planlaşdırma, belə yazmışdı, deyilib ki, 1 illik planlaşdırma, 2 gündəlik planlaşdırma. Aşağısında da 6 dənə cümlə yazmışdı. A, B, C, D, E, F də məsələn. Birinə yazıb ki, tutalım ki, tədris vahidi, mövzuların ardıcıllığı, təlim nəticəsi, ümumi təlim nəticəsi. Demək istəyir ki, bunları bölüşdür. Hansı illiyə gedir, hansı gündəliyə gedir. Çox sadə. Yəni, mən bunu bilirəmsə, çox rahatlıqla yazıram. Tədris vahidi bölmə. Mən bölməni niyə gündəliyə yazım? Gündəlikdə hər gününkü dərsin yazacağam. Təbii ki, bu gedir illiyə. Saat. Saat odur ki, da 16:49 falan yox da. Bəzən elə olur ki, məsələn, mən bugün yazıb ki, isim. Tutalım ki, 17:09. Yəni, sentyabrın 17-si isim dərsi keçəcəm. Qabağını yazıram 1 saat. Yəni, mənim üçün dövlət buna ayırıb ki, buna 1:45 dəqiqə ayıracaqsan. 1 saat təhsildə 1:45 dəqiqə deməkdir. Və yaxud da ki, 2 də yazıla bilər. Yəni ki, bu mövzunu 2 dərsə keçəcəksən. Saat o deməkdir. Tarix, standart, sinifin sonu üçün nə demişdik? Sinifin sonu görürsünüzsə 1 ildir. Hara gedəcək? İlliyə. İndi gəldik gündəlik cari planlaşdırma. Gündəlik dərs planı müəllimin yaxşı dərs keçməsi və arzu olunan məqsədlərə çatması üçün bələdçi rolunu oynayır. Lur dilindən deyək də, bax, necə deyim sizə, özümüzü düşünək, bir qadın düşünək. Həmişə xanımlar ən çox nə edir? Axşamdan artıq planlaşdırır ki, sabah nə bişirim, düzdürmü? Mən bunu durub səhər-səhər düşünsəm, az qala gəlib günorta çıxacaq, cəmaət acından öləcək. Mən elə düşünüm ki, ayla nə bişirim. Yəni də uzanacaq vaxtım. Elə axşamdan planlaşdıram ki, sabah duraram, birinci işim bunu edərəm, sonra gedərəm, bunu edərəm, sonra bunu edərəm. Avtomatik səhər duram, o işlərimi görürəm. Vəssalam. Məsələn deyirəm də, sabaha planlaşdırmışam ki, sabah dolma bükəcəm. Görürsünüz, bugün planlaşdırmışam. Niyə edirəm? Götürürəm əti buzluqdan, qoyuram aşağı gözədə. Yəni ki, buzxanadan çıxardıb o birisinə qoyuram ki, buzu biraz açılsın da səhərə kimi. Mən amma bunu durub səhər qərar versəm, bunu mən çıxarım buzluqdan, bu nə vaxt əriyəsi, mən dolma bükəsi və s. Amma görürsünüz, axşamdan planlaşdırdım, işimi gördüm deyə, gördünüz, işim effektiv gedəcək. Yəni, öz yolunda gedəcək də, yaxşı gedəcək, belə deyək. Ona görə, deyir ki, müəllim işini planlı görəndə, yəni arzu olunan məqsədlərə çatır. İndi gündəlik planlaşmanın əsas məqamları nədir? Bax, bunlar ardıcıllıqla gündəlik planlaşmaya yazılır. Reallaşdırılması nəzərdə tutulan alt standart. Bəli də, yəni hansı mövzunu keçəcəm, yəni hansı alt standartı bugün reallaşdıracamsa onu yazıram. Mövzunun adı. Dərsin məqsədi. Hansı ki, mən bu alt standartdan məqsəd çıxaracam.
Dərsin məqsədinə uyğun, yenə də bax yazıram. Və bundan danışır. Dərsin məqsədinə, bax bu dərsin məqsədi. Dərsin məqsədinə uyğun qiymətləndirmə meyarları, metod və vasitələri. Dedim axı onun çoxlu üsulları var. Dərsin məqsədinə uyğun, yenə buna uyğun öyrənmə fəaliyyətləri və bundan danışır. Yəni, istifadə olunacaq iş formaları və iş üsulları və resurslar. İndi mən bir dənə elə bir planlaşdırma quracağam burada ki, siz tam başa düşəsiniz. Əvvəlcə bunu deyim. İndi biz bayaqdan deyirik ki, alt standartdan təlim nəticəsi çıxarmaq. Alt standartdan da təlim nəticəsini belə özümdən çıxarmıram da, bunun hamısının öz yolu var. Deyir, təlim nəticəsini çıxararkən smart texnikasına bax. Texnika nədir? Üsul. Smart üsulundan istifadə elə. Görürsünüz, hamısı böyük hərflə yazılıbsa, bu deməkdir ki, bunun hər bir hərfin bir mənası var, amma ingilis dilindədir. Biz Azərbaycan dilində tərcüməsini deyək. S hərfinin mənası, yəni təlim nəticəsi spesifik, dəqiq və aydın olmalıdır. Ümumi olmamalıdır. Yəni, təlim nəticəsi çıxarmışam, onu mən lövhədə yazacağım uşaqlara ki, ay uşaqlar, bizim bugünkü məqsədimiz budur. 45 dəqiqənin sonunda bu məqsədə çatmalıyıq. Deyir, bunu dəqiq və aydın yaz ki, uşaq başa düşsün ki, ondan nə istənilir, nə etməlidir. Sonra M hərfi, təlim nəticəsi ölçülə bilən, qiymətləndirilə bilən olmalıdır. Yəni, bayaqdan deyirəm, məsələn, təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı müəyyən et. Əgər mən təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı müəyyən etməsəm, uşağı necə qiymətləndirəcəm? Sonra, təlim nəticəsi, A hərfi, əldə oluna bilən olmalıdır. Nə asan, nə çətin. Əgər asan qoysam, uşaq rahatlıqla çatacaq məqsədə və dərs ona maraqsız gələcək. Çətin qoysam, uşaq çata bilməyəcək. 45 dəqiqə bitir. Halbuki biz 45 dəqiqənin sonunda məqsədə çatmalıydıq. Çata bilmədik, çünki mən çətin qoymuşam. Orta, nə asan, nə çətin. Çabalasın, amma çatsın. Real, R hərfi mənası realistikdir. Real imkanlar. R yadda saxlayın da, yəni resurs. Deyir ki, məsələn, təlim nəticəsi çıxarmışam da, tutalım. Yazmışam ki, həndəsi fiqurları slaydlarla nümayiş etdirir. Sinifimdə nə kompüter var, nə proyektor var, heç nə yoxdur. Deyir, yalandan niyə yazırsan onu? Deməli, sən bunu eləmirsən də, əlində nə var? Real imkan, ona uyğun məqsəd çıxart. Nə məcburdur ki, yazmışsan ki, slaydla nümayiş etdir? Yoxdursa, yoxdur da, sən əlində olana uyğun təlim nəticəsi çıxart. T-dakı time, yəni vaxt müddətində nəzərə al. Bayaq dedimi, 5-dən 6 dənə çıxarlar. Düz daha 5-6-ya icazə yoxdur. Maksimum 3 olmalıdır. Yenə də deyir. Bax, o 3 dənə məqsədi çıxartdın. 45 dəqiqəni də nəzərə al. Bəlkə çatmayacaq sənin o 45 dəqiqən. Deyir, yəni onu çıxararkən 45 dəqiqəni də nəzərə al. Alt standartdan 2, maksimum 3 təlim nəticəsi çıxarmaq olar. Hətta alt standartın özünü də təlim nəticəsi kimi götürmək olar. Və təlim nəticəsinin feilləri, Bloom taksonomiyası feillərindən ibarət olmalıdır. Yəni, dinamik feillər. Necə ki, bayaq dedimi, həndəsi fiqurları fərqləndirir. Dalıcan da dedimi, fərqləndirir, taksonomiyanın anlamaq mərhələsinə aiddir. Gördünüz, taksonomiya nədir? Bloom taksonomiyası, bacarıq. Alt standartın tərifi nə idi? Bilik və bacarığa qoyulan dövlət tələbi bir-biri ilə sıx bağlıdır. Stativ feillər olmaz. Məsələn, nədir stativ feil? Bilir, öyrənir, öyrədir. Çünki öyrədir olan müəllimdir. Bunlar ümumi getdi. İndi mən sizə bir dənə gündəlik planlaşma burada düz qoş edirəm. Tutalım, mən bir müəlliməm. Axşamda oturmuşam evimdə. Baxım görün, mən sabah uşaqlarıma nə keçəcəm və ona uyğun planımı da, gündəlik planımı yazım. Sabah dərs keçməyə gedirəm axı. Neyim? Baxıram ki, tutalım. Elə bayaq ki, nümunənin üzərindən gedəcəm. Mənə dövlət verib 3, 1, 2. Ya da belə eləyək də, sizə elə bir ki, satışda olur da, alırsınız özünüzə planlaşdırma, orada elə açıq aydın yazılır. Yazılır, siz onun qabağını doldurursunuz. Məsələn, oraya yazır ki, belə yazılır, standart. Siz də bunun qabağını yazırsınız ki, tutalım, 3, 2, 1. Lap onun sözlərini də yaza bilərsiniz. Yəni, dövlət nə veribsə, o eynisini köçürürsünüz. Hələ burada öz-özdən bir şey eləmirsiniz. Həndəsi fiqurları fərqləndirir. Bunu mənə dövlət verib. Standartdan sonra yazıram mövzu. Yəni, bu hazır almışam, mən prosta qabağını dolduram. Mövzu.
Mövzuyu nə yazacağam? Bayaq nə dedim? Dedim alt standart nədir? Bilik və bacarığı qoyulan dövlət tələbi. Bax bu da alt standartdır da, düzdür. Bunun bilik hissəsi hansı idi? Bax bura, həndəsi fiqurlar. Götürəm mövzunun qabağını yazıram, mövzunun adını. Həndəsi fiqurlar. Mövzudan sonra gəlir ki, təlim nəticəsi, yəni dərsin məqsədi. Bax mənim işim buradan başlayır. Təlim nəticəsi, yəni ki, dərsin məqsədi. Mən nə etməli idim? Alt standartdan məqsəd çıxarmalı idim. Nə qədər? Bir dənə də, 2 dənə də, maksimum 3 dənə. Və smart texnikasına uyğunda, yəni hamısını nəzərə almalıyam. Məsəl üçün, mən birini götürürəm elə alt standartın özünü məqsəd kimi. Yazıram ki, həndəsi fiqurları fərqləndirir. Tutalım. Deyirəm, qoy mən 2 dənə məqsəd çıxarım. İkinciyə də yazıram ki, həndəsi fiqurlar nə bilim haqqında tapşırıqları tutalım, həll edir. Həll edir. 2 dənə məqsəd çıxartdım. Bizim belə bir, qoy aşağıdan yazım, belə bir nəyimiz var idi düsturumuz? Təlim nəticəsinə uyğun qiymətləndirmə meyarı, ona da uyğun öyrənmə fəaliyyəti. Mən təlim nəticəsini çıxartdım. 2 dənə çıxartdım. İndi təlim nəticəsinə uyğun nə çıxarmalıyam? Qiymətləndirmə meyarı. Baxaq görək, meyar necə çıxarılır? 2 dənə məqsəd çıxarmışamsa, 2 dənə də meyar çıxarmalıyam. Bura yazılıb ki, qiymətləndirmə meyarı, nə bilim, üsul və vasitələri də tutalım. 2 dənə meyar çıxarmalıyam. 1. Həndəsi fiqurlar fərqləndirir. Mən götürüb bura yazsam ki, şərh etmək. Nə dərəcədə düz olar? Uşaq baxır ki, hətta müəllim təlim nəticəsinə meyarı dərsin əvvəlindən lövhəyə yazır. Uşaq baxır ki, məqsəd qoymuşam ki, sənin dərsin sonunda, 45 dəqiqənin sonunda həndəsi fiqurları bir-birindən fərqləndirməyə bacarmalısan ki, bu dairədir, bu dördbucaqdır. Nə bilim, bu dördbucaqdır, bu düzbucaqlıdır. Nə olsun, ikisində dördbucağı var, amma birinin qarşı tərəfləri bərabərdir, birinin 4 tərəfi. Sən onu fərqləndirməyə bacarmalısan. Amma meyarda qoyub ki, ay uşaq, sən şərh etməyə görə qiymətləndiriləcəksən. Uşaq deyir, ay Allah, indi mən neyiniyim, fərqləndirim, yoxsa şərh edim? Nə edim? Bilmir. Çünki mən burada uyğunluq prinsipini pozmuşam. Çünki burada şərh etməyə aid heç nə yoxdur. Ona görə deyirik ki, meyar məqsədə uyğun olmalıdır. Mənim məqsədim fərqləndirirdisə, meyarım olacaq fərqləndirmək. Yəni ki, sonda uşağın gündəliyinə yazacağam. Həndəsi fiqurları qismən fərqləndirir, həndəsi fiqurları nə bilim tam fərqləndirir və s. Sonra mən indi 2 dənə məqsəd çıxarmışam axı. 2 dənə məqsəd çıxarmışamsa 2 dənə də meyarım olmalıdır. Burada nə var idi? Həndəsi fiqurlar haqqında tapşırıqları həll edir. Yazıram ki, tapşırıqları həll etmək. Sonra uşağın gündəliyinə yazacağam ki, tapşırıqları qismən həll edir, yəni 4 aldı. Tapşırıqları tam şəkildə həll edir, sərbəst şəkildə həll edir və s. Tapşırıqları həll etmək. Gördünüz, 2 dənə də belə bir meyar yazdım. Sonra nə var idi? Bunu da yazdıq. Sonra deyirdi ki, təlim nəticəsinə uyğun öyrənmə fəaliyyəti. Öyrənmə fəaliyyətinin içində nə gedirdi? İş üsulları, iş formaları. Yazıram iş üsulları. Mən indi iş üsullarına özümdən durub ziqzaq yaza bilmərəm. Çünki ziqzaqın riyaziyyatla əlaqəsi yoxdur. Mənim, baxın, durub nə bilim karusel yaza bilmərəm, durub klaster yaza bilmərəm. Niyə? Niyə mən istədiyim iş üsulu yaza bilmirəm? Axı mənə şərt var. Şərt nədir? Deyir, iş üsulları da məqsədə uyğun olmalıdır. Məqsəd burada fərqləndirirdisə, müqayisə var da, iş üsulu olaraq nə götürəcəm? Venn diaqramı. Çünki Venn diaqramı nədir? Müqayisə. Yəni bura ən uyğun gələn Venn diaqramı. Müqayisə, fərqləndirmək. Sonra iş formaları məsəl üçün, nə götürüm, tutalım? Cütlərlə iş götürürəm. Cütlərlə iş. Bayaq burada var idi, tutalım, bax, qiymətləndirmə meyarı, üsul və vasitələri. Meyarı yazdım da, fərqləndirmək, tapşırıqlar həll etmək. Üsul və vasitələrindən cütlərlə iş götürdüyümə görə yaza bilərəm ki, yoldaş qiymətləndirməsi. Yəni, bir-birlərini qiymətləndirəcəklər. Fərdi iş götürsəydim, yazsaydım, yazacaqdım ki, özünü qiymətləndirmə. Nəysə, orada sonra resursları yazıram. Resurs nədən istifadə etmişəm, onu yazıram. Lazımdırsa inteqrasiyanı yazıram. Belə. Sizə sual düşər ki, müəllim planlaşmada dəyişiklik edə bilərmi?
Bəli, edə bilər. Necə edə bilər? Bir saniyə. Hə. Zaryadkaya taxıb. Hə, müəllim planlaşdırmada dəyişiklik edə bilərmi? Edə bilər. Necə edə bilər? Cüzi dəyişikliklər ola bilər. Məsələn, mən getmişəm bu gün işə, dərsə. Gəlirəm ki, bu cütlərlə iş yazmışam da, hazır planımı qurmuşam, getmişəm. Gəlirəm ki, 17 uşağım gəlib. Mən necə cütlərlə iş edim? Biri tək qalır axı. Hə, dəyişiklik edərəm, cütləri silərəm, qruplara yazaram. Hə, belə eləmək olar, cüzi dəyişikliklər etmək olur. Hə, sizə sual düşər ki, görürsünüz ekranı? Xeyr, müəllim. Getdi yenə. Çöldə külək var. Mən görürəm, müəllim. Siz görürsünüz. Dəqiqə. Deyəsən, mən özüm çıxdım. Bizdə tutu quşu var. Mən buradan danışıram, o da oradan. Nə oldu deyib mən? Buradaydı. Sizə belə bir sual düşər ki, planlaşdırmanın formatı, üzqabı falan, içinin yazışı və s. də kim müəyyən edir ki, yəni müəllim necə yazsın deyə? Burada 100% bir şey yoxdur. Məsələn, mən sertifikasiya müəllimlərindən adətən soruşuram, sizdə necə olur? Bəzi sertifikasiya müəllimləri deyir ki, heç nə, ilin əvvəlindən, nə bilim, məktəb rəhbərliyi, pedaqoji şura keçirir, əlində bir dənə nümunə gətirib, hər kəs bir nəfər kimi imanla bu formatda hazırlasın. Vəssalam. Hə, bəziləri də deyir ki, heç nə müəllim, bizimki deyir ki, əsas oda olsun. Hansı formatda istəsən hazırla. Təbii ki, qaydalara uyğun olaraq da bayaqdan saydığım o qaydalar, onlar olmalıdır içində. Bu belə. Sonra sizə nə cür sual düşə bilər? Belə, əsas odur ki, gündəlik planlaşmaya nələr yazılır, onu əzbər bilin. İllik planlaşmaya nələr yazılır, onu əzbər bilin. Gələndə soruşacağam. Bu belə. Başqa heç nə. Bir dənə də qısa bir dərsimiz var, sırf bunlarla bağlı. İnteqrasiya. İndi azdan çoxdan yəqin ki, inteqrasiya ilə bağlı məlumatdısınız. Belə. Azdan çoxdan məlumatdısınız, amma yəqin ki, bilirsiniz ki, inteqrasiyada dəyişiklik olub fənn üstüdə. İndi keçən ilki müdavimlərdən varsa, bilirlər də ən başa bəla bir mövzuya çevrilmişdi. Amma mən sizə bunun izahını elə verəcəm ki, məsələn, bu il mənim müdavimlərim hansı sınağa girirlərsə girsinlər, fərqi yoxdur, mənim hazırladıqlarım olsun, başqa kursların hazırladığı sınaqlardan da olub dəfələrlə, heç vaxt səhvləri inteqrasiyadan artıq çıxmır. Halbuki keçən il hamının ən başı bəla mövzusudur. İndi buna elə bir yolla izah edəcəm ki, inşallah siz də artıq bunda bir problem yaşamarsınız. İnteqrasiya sözü mənası əlaqələndirmək deməkdir. Qısacası, keçdiyim dərsi, yəni bugün keçdiyim dərsi, nə bilim, başqa fənlə əlaqələndirirəm, öz fən daxilimdə də əlaqələndirə bilərəm, nə bilim, həyatla əlaqələndirə bilərəm. Belə, inteqrasiyanın 3 növü var. Hətta deyirik ki, əgər biz bugün keçdiyimiz dərsi nə iləsə əlaqələndirəndə, yəni həyatla əlaqələndirəndə, başqa fənlə əlaqələndirəndə, uşaq dərsi daha dərindən başa düşür. Hə, 3 növü var. Fənlər arası, ən asandır budur. Fən daxili və fən üstü.
Fənlər arası inteqrasiya adından məlumdur da, fənlər. 2 fən və daha çox fən. Yəni zaten 2 fən varsa, belə deyim də sizə bir sual düşür. O sualın içində 2 dənə fənin əlaqəsini görürsünüzsə, 3-cü fənni axtarmanıza gərək yoxdur da. Yəni zaten fənlər arasıdır. 2 və daha çox fənnin, yəni arasında əlaqə varsa, olur fənlər arası. Ya da müxtəlif fənlər deyirsə, fənlər arası. Fənlər arası. Belə. Yəni bir sözlə, fənlər arası nə idi? Deməli, fənlər arası nə idi? Dedik ki, 2 və daha çox fən və yaxud da ki, müxtəlif fənlər arasında əlaqə varsa, buna fənlər arası inteqrasiya deyilir. Məsələn, Azərbaycanda və riyaziyyat arasında bir əlaqə quraq. Bir məktəbdə 200 şagird arasında keçirilən sorğuya əsasən 5-ci sinif şagirdlərinin 40% kitab oxumağa gündəlik vaxt ayırır, 35% həftədə bir neçə dəfə oxuyur, qalanlar isə nadir hallarda kitab oxuyur. Faiz göstəricilərinə əsasən hər qrup üzrə şagird sayını hesablayın. Hesablayın deyən kimi ağlımıza gələn fən riyaziyyat. Hesabladığınız nəticələri əsas götürərək qısa informativ mətn tərtib edin. İnformativ mətn, informativ sözü və mətn sözü Azərbaycan dili terminləridir. Həmin dəqiqə üstə gəl Azərbaycan dili. Yəni bu tapşırıqda Azərbaycan dilinə aid oxuyub anlama, mətn qurma, nə bilim arqumentləşdirmə bacarıqları ilə riyaziyyata aid məntiqi düşünmə, verilənlərin təhlili, müqayisə, nəticə çıxarma və s. inteqrasiya olunur. Fənlər arası. Yəni o fənlər arası asandır. Bir də bunu da demək istəyirəm. Aramızda biologiya, coğrafiya, yəni də təbiət fənləri ilə bağlı müəllimlər varsa, adətən təbiət fənlərində 99% fənlər arası çıxır. Demirəm, amma təkcə fənlər arası, yanında fənn üstü də ola bilər, amma fənlər arası çıxır da təbiət fənləri 99%. Gəldik fənn daxili. Adından məlumdur. Fənn daxili. Bu fəndən kənara çıxmır. Fənnin daxilidir. Azərbaycan dilisi Azərbaycan dili. Riyaziyyatsa riyaziyyat. 2 növü var. Üfüqi və şaquli. Yəni bir fənn daxilində müxtəlif mövzular üzrə bilik və bacarıqlar arasında məntiqi və funksional əlaqə yaratmaqdır. Şagird yalnız mövzu üzrə deyil, eyni fənnin müxtəlif bölmələrindən əldə etdiyi bilik və bacarıqlar birləşdirərək problemi həll edir. 2 növ var, üfüqi və şaquli. Fənn daxili üfüqi necə olur? Eyni fənn daxilindəki məzmun xətləri, bayaqdan danışırıq məzmun xətləri arasında əlaqələndirmədir. Məsələn, Azərbaycan dili məzmun xətti 4 dənədir. Mənə deyir ki, bu məzmun xətləri arasındakı əlaqədir. Deyir, şagirdlərə insanın cəmiyyətdəki rolu, davranışı, mənəvi məsuliyyəti ilə bağlı mətn təqdim olunur. Bu bir situasiyadır da. Şagirdlər mətni oxuduqdan sonra, oxu məzmun xətti. Müəllifin mətndə çatdırmaq istədiyi əsas fikri müəyyən edir. Bu fikrin nəsə də çox uzun-uzadı oxuyub yormuram. Bizə əsas məsələ nədir? Çıxış edərək mövzu ilə bağlı öz mövqelərini əks etdirən əsaslandırılmış yazı hazırlayırlar və yazı məzmun xətti. Nə oldu? Azərbaycan dilinin məzmun xətti, Azərbaycan dilinin bacarıqları oxu, yazı. Məzmun xəttləri arasında əlaqədirsə üfüqidir. Belə deyim də, hətta MİQ-ə belə bir sual düşmüşdü. Azərbaycan dilinə də düşmüşdü. Bu tip, buna oxşayan bir dənə sual ingilis dilinə də düşmüşdü. Müəllim şagirdlərə sinifdə video çarx izlədir. Sonra deyir ki, gedin buna aid esse yazın. Video çarx izlədir. Dinləyib anlama. Uşaq yəni video çarxı nə edir? Dinləyir. Düzdürmü? Dinləyib anlamalıdır ki, sonra getsin ona aid esse yazsın da, düzdürmü? Yenə də 2 məzmun xətti arasında əlaqə gördünmü? Bəli. Yəni, məzmun xəttlər arasında əlaqə varsa, nə oldu? Üfüqi. İndi gəldik. Bir dənə də tarixə aid qoymuşam. Tarixin də 5 dənə məzmun xətti var. İndi baxaq görək burada necə olur. Şagirdlər Səfəvilər dövlətinin dövlət məzmun xətti. İdarəetmə sistemi ilə həmin dövrdə formalaşmış mədəniyyət və incəsənət nümunələri və mədəniyyət məzmun xətti. Dövlət və mədəniyyət. Yenə də gördünüz, fənn daxili, yəni söhbət tarixdən gedir və məzmun xəttlər arasındakı əlaqədir. Yəni bu nə oldu? Oldu tarixin məzmun xəttləri. Sonra fənn daxili şaquli nədir? Bu isə artıq bir fənnin daxilində, yəni bir fəndir, onun daxilində şaquli. Şaquli aşağı yuxarı siniflə, mərtəbə, belə. Mərtəbə kimi düşünün.
Məsələn, belə çəkək. Tutalım ki, sizə nümunəni məsələn ibtidaidən gətirim də 4, 3, 2, 1. Aşağı yuxarı siniflər. Məsələn, baxın, riyaziyyatın 5 dənə məzmun xətti var. Ədədlər, əməllər, cəbr funksiyalar, 3-cü həndəsə, ölçmələr, statistika, ehtimal. Düzdürmü? İndi deyirəm ki, tutalım burada bir misal verib. 524-187 və mənə yazır ki, sualda aşağıdakı çıxma əməlini yerinə yetir. Bax, bu çıxma əməlini yerinə yetir. Aldığın nəticənin düzgünlüyünü toplama əməli ilə yoxla. Baxın, şagulidə məzmun xətləri deyə bilmərik. Çünki burada artıq belə məzmun xətləri arasında əlaqə olsa, bu şaguli olmur, yenə üfüqi olacaq. Çünki üfüqin tərifi odur da məzmun xətləri arasında. Burada bir məzmun xətti, bax, məsələn, mənə nə deyir? Deyir ki, çıxma əməlini yerinə yetir. Ədədlər və əməllər məzmun xətti. Mən artıq bunu aşağı siniflə əlaqələndirəndə yenə də bu məzmun xətti olmalıdır. Ədədlər və əməllər. Niyə ədədlər, əməllər? Bax, ədədlər nədir? 524, 187 ədədlərdir. Əməllər nədir? Toplama, çıxma, vurma, bölmə. Düzdürmü? Mənə deyir ki, 524-187. Tutalım ki, bu 1000 dairəsində toplama, çıxmadır da. Bu da olsun, məsələn, 3-cü sinif. 3-cü sinifdə keçir uşaq bunu. Və deyir ki, yoxlama zamanı bunu deyir, düzgünlüyünü toplama əməli ilə yoxla. Bunu uşaq 1-ci sinifdə keçirdi ki, 10 çıx 2 bərabərdir 8. Müəllim sonra deyir ki, onu toplama ilə yoxla, gör düz hesablamısan. Uşaq da yazırdı ki, 8 + 2 bərabərdir 10. Yəni bunu 1-ci sinifdə keçirdi ki, bunu sonra toplama əməli ilə yoxla. Deməli, mən neynədim? Yenə də ədədlər və əməllər oldu mu? Oldu. Gördünüz, eyni məzmun xətt üzrə, amma siniflər arası. Buna deyirik şaguli. Bir sözlə, məzmun xəttləri arasındadırsa üfüqidir, siniflər arasındadırsa şagulidir. Bir dənə maraqlı sual gələ bilər ki, ay müəllim, birdən bir cümlənin içində mən həm şaguli, həm üfüqi görürəm. O zaman sadəcə fəndaxili götürəcəksiniz. Niyə? Çünki fəndaxili deyən kimi içində həm üfüqi, həm şaguli gedir. Bu da belə. Gəldik, əsas məsələ fənnüstü, hamının yaralı yeri, həyati bacarıqlar. Əsas açar sözü, həyati bacarıqlar. Fənnüstü nədir? Artıq sən fənnin üstünə çıxırsan, fənnin sərhəddi yoxdur. Mənə hesablama deyən kimi mən buna fənnüstü deyə bilmərəm. Çünki hesablama deyən kimi ağlıma riyaziyyat gəlir. Mənə mətin yaz, esse yaz deyən kimi mən buna fənnüstü deyə bilmərəm. Çünki esse yaz deyən kimi ağlıma Azərbaycan dili gəlir. Amma mənə deyəndə ki, get problem həll elə, mən buna fən deyə bilmirəm. Hansı fəndə öyrənirəm problem həll etməni? Yəni, bu həyati bacarıqdır ki, zaten müəllim uşaqda bu həyati bacarıqları formalaşdırmalıdır. Uşağa biz niyə deyirik? İndiki sistemdə nə deyirik? Şagirdi real həyata hazırla. Məqsəd konkret fənni öyrətmək yox, şagirdi real həyat problemlərini həll edə bilən şəxsiyyət kimi formalaşdırmaqdır. Əsas xüsusiyyətləri nədir? Müəyyən bir fənnin çərçivəsi ilə məhdudlaşmır. Məsələn, bayaq deyirəm, hesabla. Bu müəyyən bir fənnin sərhəddidir. Riyaziyyat. Esse yaz, müəyyən bir fənnin sərhəddidir. Azərbaycan dili. Şagirdin həyatla əlaqə qurmasına imkan yaradır. Kompetensiya əsası təlimi dəstəkləyir. Keçəcək sizlə. Kompetensiyalar, həyati bacarıqlar deməkdir elə. Tənqidi, fənnüstü inteqrasiyada inkişaf edilən bacarıqlar nədir? Yəni, həmin həyati bacarıqlar nədir? Tənqidi və yaradıcı düşünmə. Bəli, şagird kritik və kreativ düşünmə deyirik də. Problem həll etmə. Bunların hansısa fənnə aiddir? Heç biri. Hansı fənnin sərhəddidir? Deyirəm ki, filan fəndə problem həll etmə dərsi var. Elə bir şey var? Yoxdur. Elə bir mövzu var? Yoxdur. Biz bunu bütün fənlərdə istifadə edə bilərik. Uşaqlara çətin situasiya tipli tapşırıq verərik, problemli situasiya verə bilərik. Niyə veririk? Problem həll etmə bacarığı uşaqda inkişaf etsin ki, real həyata hazırlayaq. Amma hansısa fənnin, məsələn deyirəm, hesablama, bu hansısa fəndən məxsus bir şeydir də, hesablamaq riyaziyyatdır. Amma belə problem həll etmə heç bir fəndə yoxdur axı, belə bir dərs yoxdur. Sonra ünsiyyət və əməkdaşlıq, bunlar həyati bacarıqlardır. Qərar vermə, özünü idarə məsuliyyət, sosial, emosional bacarıqlar. Sosial bacarıqlar yenə içində gedir. Ünsiyyət, əməkdaşlıq, emosional bacarıqlardakı özünü dərk, özünü idarə etmə, yenə orada münasibətlərin idarə olunması və müstəqil öyrənmə. Yəni, mən harda bu kimi həyati bacarıqlar görəcəmsə, fənnüstü götürəcəm. Bir dənə maraqlı sual. Çox təlimçilərin gah elə deyib, gah belə demələri, yəni çox şey deyirlər də, mütləq gedib real həyatda tətbiq etməlidir. Belə bir şey yoxdur.
Yəni bəli, real həyatda tətbiq edirsə də fənn üstüdür, amma bəzən olur ki, bu həyati bacarıq uşaq sinifdə edir. Fənn üstüdür. Əsas o da edirmi? Edirmi? Məqsəd nədir? Məqsəd uşaqda həyati bacarıq formalaşdırmaq deyil. Bəli. Edirmi? Bəli, edir. Sinifdə edir, nə olsun? Amma həyati bacarıq edir də. Fənnin üstünə çıxırmı? Çıxır. Fənn üstüdür. Mütləq çıxsın, çölə eləsin, elə bir şey yoxdur. Bəli, o da sayılır, amma sinifdə etdiyi də sayılır. Hətta elə var ki, müəllim uşağı harasa aparır, o fənn üstü deyil. İndi ona da nümunə deyəcəm. Məsələn, deyir ki, müəllim uşaqları deməli deyir, aparır Zəfər parkına. Nə bilim, orada onlara şəhidlərimiz, qazilərimiz haqqında danışır, 44 günlük müharibə haqqında danışır. Hansı inteqrasiyadır? Həmin dəqiqə qaçırlar ki, fənn üstü. Deyirəm, niyə? Deyir ki, axı aparıb onları Zəfər parkına, çıxıblar çölə. Nə olsun çıxıblar? Niyə inib uşaq orada? Hansı həyati bacarığı göstərib? Belə müəllim danışır da, göstərib ki, bunlar belədir. 44 günlük müharibə haqqında məlumat verib, şəhidlərimiz, qazilərimiz haqqında danışıb. Uşaq nə edib? Sadəcə dinləyib və baxıb. Hanı bacarıq? Hanı göstərdiyi problem həll etmə? Hanı hazırladığı layihə? Yoxdur. Deməli, burada fənn üstü götürə bilmərik. Nə olsun ki, gedib Zəfər parkına? Yəni, deyəcəksiniz ki, onda burada nədir? Fənn daxili üfüqi. Niyə? Tarixin bayaq məzmun xətlərini saydı. Haradaydı o? Məsələn, 44 günlük müharibə tarixi zaman götürə bilərik. Şəhidlərimiz, qazilərimiz şəxsiyyət götürə bilərik. Zəfər parkına gedib tarixi məkan götürə bilərik. Nə oldu? Fənn daxili üfüqi. Belə. Amma deyər ki, müəllim sinifdə uşaqlara problemli situasiya verdi. Dedi ki, ay uşaqlar, oturursunuz bu problemi həll edirsiniz. Şagirdlər də başlayır o problemi həll etməyə. Sinifdə. Hansı inteqrasiyadır? Fənn üstü. Niyə? Axı sinifdə də olsun da, uşaq nə edir? Uşaq problem həll edir. Problem həll etmə nədir? Həyati bacarıq. Həyati bacarıq hansı inteqrasiyadır? Fənn üstü. Yəni, götürürük fənn üstü. Bir də fənn üstü inteqrasiyada əsas nələr olur? Deməli, ekoloji problem üzrə layihə hazırlamaq adətən bu kimi düşür. Büdcə planlaması keçən il ən çox belə düşmüşdü, həm sertifikasiya miqə. Məktəb tədbiri üçün məhsul dizayn etmək, gözsüz hamısı sırf real həyata aiddir. Sağlam həyat tərzi ilə bağlı təqdimat, cəmiyyət və ailə. Fənn üstü inteqrasiya ən geniş və ən yüksək səviyyəli inteqrasiya formasıdır. Müəllim nə etməlidir? Real həyat situasiyaları yaratmalıdır, şagirdlərə seçim və təşəbbüs imkanı verməlidir, bu olur şagird yönümlülük. Layihə, problem əsaslı, əməkdaşlığa söykənən metodlardan istifadə etməlidir. Qiymətləndirmədə isə prosesə və bacarıqlara diqqət yetirməlidir. Fənn üstü inteqrasiya şagirddə, yəni yalnız bilikli yox, onu bacarıqlı, məsuliyyətli və həyata hazır fərd kimi formalaşdırır. Fənn üstü ilə fənlər arasının fərqi nədir? Fənlər arası, məsələn, şagird biologiya dərsində vitaminləri keçərkən kimya dərsindəki maddələrin tərkibi ilə əlaqə qurur. Fakt olaraq şagird vitaminləri, belə deyək də, biologiya da öyrənir, maddələrin tərkibini kimya da öyrənir. Bu oldu fənlər arası. Bilik və bacarıq məktəbdədir. Fənn üstü, yəni ki, həmin fənnin daxilindədir də, belə deyək, həmin fənnin sərhəddidir. Şagird bu biliklərə əsaslanaraq öz ailəsi üçün, ailə dedikmi bayaq, dedik, haradaydı, bax, ailə. Öz ailəsi üçün sağlam qidalanma menyusu hazırlayır. Sağlam dedikmi, sağlam həyat tərzi dedik. Sağlam qidalanma menyusu hazırlayır və ailə üzvlərinin zərərli vərdişlərdən uzaqlaşmasına nail olur. Bilik, bacarıq həyatdadır. Görürüz, yəni həyati bacarıq. Bir də sizin üçün ən maraqlı bir dənə cümlə. İnteqrasiyada ən vacib sual budur. Yəni, qabağınıza situasiya çıxıb, sualı belə verin. Yəni, oxuduğunuz situasiyanı öz-özünüzə sual verin. Cavab fənn bacarığıdırsa, yəni orada görsün ki, filan şeyi hesabla, fənn bacarığıdır da riyaziyyat tutalım. Nə olacaq? Fənn daxili və ya fənlər arası indi situasiyada baxacaqsınız da odur. Cavab həyati bacarıqdırsa, hansı ki, bayaq saydım, sosial bacarıqlar, emosional bacarıqlar, ay nə bilim, problem həll etmə layihə və s. Deməli, cavab fənn üstüdür. Yaxşımı? Bunun da daxilində, düzdür, o biri dərsindən gedir. Yox, bir 5 dəqiqə bura vaxt ayıraq. Bir dənə bu sualı oxuyun, cavabları yazın bura. Görək necə başa düşdünüz inteqrasiyanı. Yazırsınızmı müəllimlər? Gözləyirəm.
Sual belədir. Müəllim 5-ci sinifdə su ehtiyatlarının qorunması mövzusunda dərs planlaşdırır. Şagirdlər su sərfiyyatına dair verilmiş cədvəli təhlil edir, nəticələri faizlə ifadə edir. Əldə etdikləri məlumatlar əsasında maarifləndirici mətn yazır. Suyun qorunmasının cəmiyyət üçün əhəmiyyətini müzakirə edirlər. Hansı inteqrasiya var? Başqa digər müəllimlər? Bəli, düz yazmısınız. Fənlər arası və fənn üstü var. Hardan bildik? Çünki riyaziyyatı gördük, faiz var, riyaziyyat. Mətni gördüm, Azərbaycan dili var. Zaten mövzunun adı su ehtiyatlarının qorunması, təbiətlə bağlıdır. 5-ci sinifdirsə, 5-ci sinifdə təbiətdir də, hə? Təbiət. Fənn arasını gördüm. Fənn üstünü hardan bildim? Suyun qorunmasının cəmiyyət üçün əhəmiyyəti, suyun qorunmasının cəmiyyət üçün cəmiyyətlə bağlı olduğuna görə, su da qlobal problem olduğuna görə, demək ki, bu həyati bacarıqdır və bu nə olacaq? Fənn üstü. İkinci suala da baxın. Sonra qapını bağla da zəhmət olmaz. Soli. Yox. Deməli, müəllim şagirdlərə məktəbdə sağlam həyat tərzinin təşviqi mövzusunda tapşırıq verir. Şagirdlər məktəb yeməkxanasındakı qidaların tərkibini real vəziyyətə uyğun müşahidə edirlər. Məktəb həyətindəki idman avadanlıqlarına istifadə qaydaları haqqında maarifləndirici posterlər hazırlayıb asırlar. Öyrəndikləri vərdişləri öz gündəlik həyatlarında tətbiq edərək sağlam qidalanma rejiminə keçirlər. Məktəb icması və valideynlər üçün sağlam yaşa adlı aksiya təşkil edirlər. Hansı inteqrasiya var? Yox. Burada. Baxım cavablara. Yox. Fəndaxili yoxdur. Baxın, fəndaxili olması üçün bu ya fiqə olmalıdır, ya şaquli. Ya məzmun xətlər arasında olmalıdır, ya siniflər arasında. Fəndaxili yoxdur. Yalnız fənn üstü yazanlar düz yazıb. Çünki sırf həyati bacarıqdır. Məktəb yeməkxanasındakı qidaların tərkibi. Hansısa fəndə belə şey var. Nə bilim, məktəb həyətindəki idman avadanlığı poster hazırlayır. Sağlam yaşa adlı aksiya. Hansı fəndir bu? Yoxdur burada fənn. Fənnin üstüdür, həyati bacarıqdır. 3-ə baxın. Müəllim 7-ci sinifdə orta əsr Azərbaycan şəhərləri mövzusunu keçərkən şagirdlərə belə tapşırıq verir. Şagirdlər orta əsr şəhərlərinin iqtisadi fəaliyyəti, əhalinin məşğuliyyəti, ticarət yolları, şəhər mədəniyyəti ilə bağlı məlumatları cədvəl üzrə müqayisə edir. Bu amillərin şəhərlərin inkişafına təsirini izah edirlər. Fəndaxili üfüqi yazanlar düz yazıb. Bəli, tarix fənnidir və həmin fənnin daxili üfüqi də niyə? Çünki orada orta əsr, tarixi zaman var, mədəniyyət, iqtisadiyyat, bu da mədəniyyət məzmun xətti. 4-ə baxaq. Müəllim şagirdlərə məktəbdə tullantıların azaldılması mövzusunda layihə tapşırıq verir. Şagirdlər məktəbdə yaranan tullantı növlərini müəyyənləşdirir. Tullantıların ətraf mühitə təsirini araşdırır. Tullantıların azaldılması üçün alternativ həll yolları təklif edir. Öz təkliflərini əsaslandıraraq qrup müzakirəsində müdafiə edirlər. Hansı inteqrasiya var? Bayaq sizə bir dənə ipucu verdim. Dedim ki, bəli, ipucunu Xumar xanım, yox, kim idi o? Xumar xanım, İlker xanım, Ayşən xanım tutdu.
Fənlər arası və fənn üstü. Dedim axı, təbiət fənləri 99%, fənlər arası çıxır. Çünki bir dənə atmosfer deyirəm, coğrafiya, biologiya. Bir dənə ətraf mühit deyirəm, təbiət, coğrafiya, biologiya və s. Yəni fənlər arası 99% var və həyati problemdir. Məktəb, tullantı, ümumiyyətcə qlobal problemlər ümumiyyətcə fənn üstü olur. Yəni fənlər arası və fənn üstü. 5-ə baxaq. Şagird biologiya dərsində bitkilərin inkişafı üçün lazım olan mineralları öyrənir. Bu bitkilərdən istifadə edərək evlərin həyətindəki qurumaqda olan ağacları xilas etmək üçün xüsusi gübrə qarışığı hazırlayır. Hansı inteqrasiya var? Deyir ki, biologiya dərsində sıf adını çəkib fənnin bitkilərin inkişafı üçün lazım olan mineralı öyrənir. Düzdürmü? Bir dənə biologiya dərsi mineral öyrənib. Sonra gedir evində gübrə hazırlayır. Sadəcə fənn üstü. Sadəcə fənn üstü yazanlar düz yazır. Müəllim şagirdlərə Şuşanın tarixi və coğrafi mövqeyi mövzusunda layihə tapşırır. Birinci hal. Şagird Şuşanın iqlimini, coğrafiya bilikləri ilə, qala divarlarının tikilməsini isə tarix bilikləri ilə əlaqələndirərək təqdimat hazırlayır. İkinci hal. Şagird Şuşanın turizm potensialını artırmaq üçün xarici turistlərə xitab edən cəlbedici rəqəmsal xəritə və bukletlər hazırlayır və bunu sosial şəbəkələrdə paylaşaraq şəhərin tanıdılmasına real töhfə verir. İndi deyin, birinci hal hansı inteqrasiyadır, ikinci hal hansı inteqrasiyadır? Bəli, birinci hal fənlər arası tarix, coğrafiya, ikinci hal turizm. Turizm zaten real həyatdır. Hətta deyim, real həyat problemidir hər ölkə üçün və bu da fənn üstü. Bir dənə də bir məqam demək istəyirəm. Time'da belə bir şey var. Orada bir dənə də belə bir söz artırıblar. Həyatla əlaqələndirmə. Bunu tamamilə ayrıca artırıblar. Həyatla əlaqələndirmə. Bu nədir? Baxın, fənn üstü deyəndə dedik də uşaqlarda həyati bacarıq. Uşaq həyati bacarıq eləməlidir. Bu konkret. Bəs həyatla əlaqələndirmə nədir? Müəllim deyir ki, uşaqlara bugün deyir ki, uşaqlar, sabah sizdən kəsir dərsi keçəcəyik. Evdən alma gətirərsiniz, nə bilim, portağal gətirərsiniz. Uşaq evdən portağal gətirir ki, müəllim sabah kəsir dərsini keçəndə o portağalı bölsün 4 hissəyə. Desin ki, uşaqlar baxın 4-dən 1 olanda bu olur da kəsir öyrədir. Bu həyatla əlaqələndirmə. Çünki uşaq burada heç bir həyati bacarıq göstərməyib. Sadəcə evdən, məişətdən nəsə gətirdiyinə görə bu tapşırıq həyatla əlaqəli bir tapşırıqdır. Və yaxud da müəllim uşaqlara istilik dərsi, nə bilim, istiliyin ölçülməsi dərsini keçir. Deyir ki, uşaqlar, gələn dəfə gələndə termometr gətirərsiniz. Uşaq evdən sadəcə termometr gətirir. Müəllim də o termometrlə istilik necə ölçülür və s. Bu nə olur? Həyatın əlaqələndirmə. Uşaq burada heç nə eləmir. Sadəcə o əşyanı məişətdən, evdən gətirdiyinə görə həyatla əlaqələndirici bir tapşırıq olur. Belə müəllimlər. İndi sizlə sağollaşıram. Mən növbəti dərsimə girməliyəm. Göndərəcəm sizə də link. Kim istəsə qoşula bilər. Deməli, nə deyəcəkdim? Ev tapşırığı olaraq axşam girib yazacağım qrupa. Yəni gecə yazacağım çox güman ki, çünki dalbadal dərslərdəyəm. Girib sizə yazacağım qrupa nələri işləyəsiniz, PDF-ləri də göndərəcəm. Hələ ki sizi müzakirə qrupuna göndərəcəm, ta ki sizə material yəqin ki sabaha açarlar. Ondan sonraki günlər materiala göndərəcəm. Ciddi şəkildə hazırlaşın, ekran kaydında göndərəcəm, baxarsınız. Yaxşımı? Oldu, sağ olun. Oldu müəllimə. Sağ olun. Çox sağ olun. Sağ olun, sağ olun.